Selamun aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Mən İnsaf Əli Hidayətəm və bu günləri dünən söz verdiyimiz kimi qonağımızdan biraz tezdən, biraz ki yox 3 saat tez olacaqdıq xidmətinizdə. Ərz edeyim ki o 3 saatda başladı. Saat 6-da Təbriz vaxtı ilə başlayacaq proqramı və bu günləri beləsi gedəcəyik. Ərz edeyim ki, umarım ki qonağımız da təşrif gətirsin, eləyə bilək ki proqramımızı aparaq. Mən qonağımız təşrif gətirmədən öncə bir daha salam ərz edirəm. Umarım keyfiniz sazdır. Mən İnsaf Əli Hidayət, Düşüncə Bağı proqramın aparıcısıyam. Bilirsiniz, düşüncə otaqların, otağı fikir farsça deyirlər, düşüncə otağın ya odasın məmulən bir pullu mərkəz idarə elər, yəni pulun verər, orada bir 50 nəfər, 100 nəfər işlərlər. Amma bizim dövlətimiz olmadığı üçün və heç bir dövlət Güney Azərbaycan Milli Hərəkatın himayət eləmədiyi üçün biz məcburuq ki, özümüz fikir otağı yaradaq. Mən elə bir canlıda sizlərlə danışa bu qərara gəldik ki, bir dənə düşüncə otağı qoyaq. Sonra ad seçdik, Düşüncə Bağı qoyduq adın. Ondan sonra gəldik, ona mövzu seçdik. Konusu bu oldu ki, Güney Azərbaycan və İranda yaşayan millətlərin siyasi təşkilatlarını tanıyaq. Onlarla əlaqə qurduq, adlarını topladıq, əlaqə qurduq. Bir dənə iş çərçivəsi yazdıq ki, bu çərçivədə işləyəcəyik. Sonra bir ərz edeyim xidmətinizə ki, bir sorular yazdıq. Bu sorular 500'e yaxın ya 500 sual oldu. Çox təkrar da olur, əlbəttə müxtəlif sahələri değişdikcə bəzi suallar, amma elə biz onu 500 sual bilirik. İstəyirik da ki, bəzi yerdə deyirlər ki, test edək görək ki, cavabların düz deyirlər ya yox. Salam dostlar, xoş gördük, var olun, sağ olun. Ərz edeyim ki, və bu 500 sorunu sormağa başladıq bu partilərlə. Tamam partiləri, Azərbaycanda olan partiləri dəvət eləmişik. Onlar ki, ciddi fəaldılar və onlar təşrif gətiriblər. Bərabər başlamışıq işləməyə, bu soruları soruşmağa. Buracan Güney Azərbaycan İstiqlal Partisindən Salih bəy İldırım cənabları sözcü olaraq təşrif gətiriblər. O 500 sualımıza 11 cəlsədə cavab veriblər. 11 cəlsənin 11'ində milli ərdəmli unvanı, yəni ən üstün 100 nömrəni alıblar. Birində 50 alıblar, ən ərdəmli. Və 500 soruya cavab verməyə çalışıblar. Sonra Əjdər bəy Təğizadə Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatı Başqanı olaraq söz vermişdilər, gəlsinlər, gəlmədilər. Mən umaram ki, gəlsinlər və bu sorulara cavab versinlər. Sorular mənim üçün, millətimiz üçün, akademiya üçün çox önəmlidir. Umaram ki, gəlsinlər. Bunlar da gəlmədikləri üçün mənfi vermişəm. Hər gün 10 mənfi, 60 mənfi alıblar. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi müşaviri olaraq 6 cələsə gəliblər. 5'ində 100 alıblar, yəni ən milli ərdəmli. Birində ən ərdəmli, yəni 50 alıblar və beləliklə 6 cələsə cavab veriblər. Ondan bu yüzə cavab verməyiblər. Mən neçə kərədə yazışmışıq, amma hələ cavab verməyə başlamayıblar. Umarım ki, suallarımızın %85'i qalır, onlara cavab verməyə çalışsınlar. Salih bəy Kamirani cənabları Azərbaycan Mərkəz Partisi tərəfindən proqrama qatışdılar. 5 cələsə iştirak elədilər. Hər 5'ində 100 alaraq, yəni milli ərdəmli əxlaq unvanını qazandılar. Söz veriblər ki, cavab versinlər. Hələ cavab verməyiblər. Bir ay keçir üstündən məncə. Hələ cavab verməyiblər. Bir aydan da çox keçir.
Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən 6 gün şirkət elədilər. Soruların bir çoxuna, hamıdan çox sorulara cavab verdilər. Sonra da başladılar sorulara cavab verməyə və buracan verdikləri cavablarda milli ərdəmli, yəni 100 alıblar tamam cələsələrin hamısında. Məcid bəy Cavadini Azərbaycan Milli Dirəniş Təşkilatı Başqanı olaraq dəvət elədik, amma mütəəssifanə üçün onu bir vaxt tapmışdıq. Ona bu iş qurallarını göndərmədiyimiz üçün, əməkdaşlıq qurallarını göndərmədiyimiz üçün eləyə bilmədik və onlar da 4 gün qalanda dedilər, xəbərləri yoxdur belə qurallardan və hər halda qaldı. Ondan sonra əgər səhv eləmirsəm, Güney Azərbaycan Liberal Demokrat Partisi lideri, partiyası lideri Haşim bəy Bilgin cənablarını çağırdıq ki, Cavad bəyin yerinə gəlsinlər, Məcid Cavadinin yerinə gəlsinlər. 2 gün gəldilər, hər halda iki tərəfli bizim bir-birimizlə tartışmalarımız çox yaxşı getmədi əslində və 3-cü gün söhbəti dayandırdım ki, davam eləməsin. Amma Haşim bəy Bilgin istərsə, buradan yenə təkrar edirəm, sorularımıza yazılı olaraq cavab verirsə, hangi dildə olur olsun, başarırsa hangi dildə cavab verirsə, biz onları kitab şəklində yaymağa cəhd edəcəyik. Ondan sonra Sadıq bəy İsabəyli cənabların Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən təşrif gətirdilər. 5 gün huzuri şirkətləri oldu. Hər 5-ində də milli ərdəmli, yəni 100 aldılar. Hər gün 100 aldılar və söz veriblər ki, vaxt tapdıqca cavab verələr. Nəzərimə gəlir ki, bu 2 həftədə hələ feylən cavab verməyiblər. Mahmud bəy Bilgin cənablarını dəvət eləmişdik. Güney Azərbaycan Demokrat Partisi tərəfindən lideri olaraq əvvəldən xəbərləri var idi, amma sonra gəlmədilər, səfərə getdilər. Səfərdən gələndən sonra da zəng elədik. Bir həftəmizi əslində heçə verdilər və səfərdən gələndən sonra zəng elədik, dedi mən istəmirəm müsahibə eləyəm, istəyirsiniz 5-6 dana sualınızı soruşun, qalanlarına mən cavab verməyə vaxtım yoxdur və mən də müsahibəni kəsdim, çünki biz bir müqavilə yazırıq, bir şey göndəririk, 500 sualı 3 ayda göndərmişik, cavabınız vardı, niyə cavab vermirsiniz? Onun üçün də deyə bilərdiniz əvvəldən ki, mən cavab vermirəm, mənim vaxtım yoxdur. İnsanlar nədən isə mən bunları ideolojik boşluq görürəm, dostlar. Partilər iki gəlmirlər, mən bunları ideolojik boşluq görürəm. Bundan belə ki, 1, 2, 3, 4, 5, 6, 7, 6 təşkilat buracan cavab veribdir. Yəni, hər kəs onlara qulaq asla özünün ideolojisini düzəldə bilər. Yəni, əgər bir təşkilat belə zəif də olsa, kafidir ki, otura onlara qulaq asa, deyə ki, tamam, mən, məsələn, bunlarda zəifim var, amma qabaqda 5 dənə təşkilat gedib də onların qüvvətin və zəifini bilirəm, mən cavablarımda nələri eləyə bilərəm, ya onlara düşüncə verər. Muntaha buracan getməyiblər. Yəni, bəzi insanlar mütəəssifanə fikirlər ki, danayı kuldular. Dostlardan biri var idi, elə videolarda baxsaz görərsiniz. Deyirəm ki, lütfən baxın sorulara, deyir, yox, sizin ehtiyacı yoxdur mən sorulara baxam, mən hər şeyə hazirəm. Axı, mən bilirəm ki, eləyə bilməzsiniz, cavab verərsiniz, çünki danayı kul deyilsiniz ki, hətta bir dana lider də eləyə bilməz ki, kamil teorisyen belə eləyə bilməz bunların hamısına, desin ki, mənim cavabım hazirdir. Yox, mən gəlirəm, cavab verirəm. Gəlir ora, sualı mən soruşuram damdan dama, o deyir ki, dəmdən dəmə. Yəni, suala cavab verəcəksən, diqqət edəcəksən, görəcəksən bu sual nə soruşulur. Əgər sən suala cavab vermirsən, sənin ideolojik və düşüncə müşkülün var. Hər halda onlar ki, mənim nəzərimə cavab verməkdən qaçınırlar. Biri deyir, mənim əlim yoxdur, biri deyir, mənim sən sualları göndərməmişsən, biz təvafuq eləməmişik,
üzrən quralları göndərməmisən, təvafuq eləməmişik. Bunlar mordi qəbuldur. Çünki bu deyir ağa, mən çarçıvə ilə səndən barışmamışam. Sizin çarçıvəzi görməmişəm, hangi çarçıvədə gəlirsiniz. Mən o çarçıvəni qəbul eləməyəcəkdim bəlkə. Bu haqdır, yəni haqq bundadır. Biri də deyir ki, mən indi yay tətiliyatıdır, mən müsafirət eləməliyəm, o üzbüzə getməliyəm, ailəm var, filanım var. İndi gələ bilmərəm, ayrı zaman gələm. Bu da düşünməlidir, adam bunları qəbul eləyə bilir. Amma biri deyir ki, mən 3 aydır deyir, gələcəyəm, sonra gəlir deyir ki, məndən 4-5 dənə siyasi sual soruş, mən şüar verim, gedim. Bu olmaz. Bizim millətimiz şüara qarnı doludur. Ac deyil şüara. 40 il, 100 ildir şüar eşidir. Rıza Mirpəncidən tutdu, Məhəmməd Rizadan tutdu, Müsəddiqdən belə tutdu, gəldi ta bu günə qədər şüar eşidibdir. Şüarlar qarnı doludur. Xumeynidən eşidibdir, Xameneydən eşidibdir, rəis cumhurlar bir-bir gəliblər, 14 dənə rəis cumhur deyirlər də indi. Ya 14 dövrün rəis cumhur deyirlər, 7-8 rəis cumhurdur. Bu 14 dövrün rəis cumhurlarından əleykum səlam əziz dostlar, hesabı şüar eşidiblər. Biraz sözü uzaldıram, qonağımız təşrif gətirsin. Mən görmürəm, umaram ki təşrif gətirə bilsin. Bəzən olmur. Hər halda çox bunun üstündə dayanmayaq. Bilirəm ki ideolojik boşluqları olmasa gələrlər, televizyonda çıxıb 4 dənə yoğun səsindən qışqırma olan ki, ey Xameneyi, ey filan kəs, bundan olmaz. Yəni bir dənə şüarı 200 dəfə televizyona çıxıbsan, 200 dəfə də onu təkrar edirsən. 200 dənə də çıxsan, taza bir sözün yoxdur. Bir səhifə məqalən yoxdur. Bir səhifə ideolojik bir şeyin yoxdur. Sən hizbi düzəldə bilməsən, yəni hizbi apara bilməsən. Hizbi aparmaq üçün düşüncə ortaya qoyacaqsan və düşüncə ideoloji dediğiniz dostlar, toplumu buradan bura, nöqtə A nöqtəsindən B nöqtəsinə, bir yerdən bir yerə götürməyə ideoloji deyirik. Eləyə bilər desin ki, mən bu milləti 5 ildə, 3 ildə müsəlləh edirəm bir dənə düşüncəyə, bu düşüncə 3 ildə, 5 ildə milləti buradan bura aparacaqdır. Bir yerdən bir ayrı yerə aparamağına ideoloji deyəcəksən. Amma o insanların sorularına cavab verəcək, istəklərinə cavab verəcək, ehtiyaclarına cavab verəcək, onları bəsic eləyəcək, amadə eləyəcək. Türkçə səfərbər deyirlər buna. Səfərbər eləyəcək insanları ki, biz hərəkət edirik, gedək, bu məqsədə yetişək. İdeoloji məqsədi göstərir. İdarəni göstərmir. Dostlarımız məncə bu iştibahi elirlər ki, ideolojini məqsəd görürlər. O halda ki, ideoloji məqsədi göstərir və məqsəd dəyişə bilir. Məqsəd məsələn nədir? Bəzi partilər deyirlər, biz istirik müstəqil olaq. Deyir ki, bizim siyasətlərimiz, ideolojimiz istiqlala qədərdir. İstiqlaldan sonra mümkündür əsasnaməmiz, ideolojimiz, hər şeyimiz dəyişər. Çünki biz fəqət istiqlala düşünürük. İstiqlaldan sonra heç vaxt düşünmürük. Baxın, bu bir dənə bir şeydir. Deyir, bu vəziyyətdən istiqlala. Bir də deyir, biz federala düşünürük. Bu vəziyyətdən federala. Geri də o ideolojisi oracandır. Deyir ki, ideoloji federala yetişdik, ondan sonra bir dəstə deyir, haqqı təyini sərnəviş, bir dəstə ayrı bir şey deyir. İndi bunun buradan aparmaq məncə ideolojini. Hətta Marks da məsələn demiş ki, gedəcək sərmayə, məsələn bu cürdür. Marks bir tarixi hərəkəti tərif edir və sonra deyir ki, camiə beduni təbəqə, təbəqəsiz, klassiz, təbizsiz bir toplum yaranacaqdır. Və hətta oradan o yüzden demir ki, nə olacaq? Demir ki, burada qalacaq, bu tarihdə payan-ı rah bəzilər deyiblər. O cür bir şey yoxdur. Toplum ondan sonra dəyişə bilər. Amma əməldə onlar ki, ideolojini götürdülər, dedilər, biz burada dayanacağıq. Məsələn, mən İslama baxıram, Məsihiyyətə baxıram, görürəm ki, bunlar dayanmayıblar. İslam məsələn bir şeylər deyibdi, gəlibdi, onu daimən dəyişdiriblər. Mollalar dəyişdiriblər falan. İslam o İslam deyil əslində ki. O ideolojik İslam deyil. O ideoloji ki, ərəbi birləşdirdi və onlardan bir toplum yaratdı, bugünkü İslam o deyil. Bugünkü İslam hər məmləkətin özündə bir rəngi var, bir ideolojidir və hətta mən cəsarətlə deyərəm ki, əvvəlki İslamın tərsinədir. Yəni, bu qədər mən İslamda bir azdan çoxdan
biraz baxmışam və mənim düşüncə baxın, mənim İslam haqqında düşüncəm fərqlidir o birilərinə. Çünki hər kəs İslamdan öz düşüncəsini götürür. Bir dənə ərəb kəlməsini oxuyur, hərənin zehninə bir şey gəlir, öz zehni ilə İslamı düşünür. Bizim qonağımız təşrif gətirdi. Lütfən bir dənə salam əleyküm ya hər nə mənə yazsaz mən sizi çağıra bilirəm. Hər halda Əmir Mərdani cənabları bu cümədən ki üzümüzə gəlir, təşrif gətirəcəklər. Azərbaycan Öyrənci Hərəkatı Azohun başkanı olaraq və bu gün 3-cü gündür ki biz Sayın Döktür Məhəmməd Hüseyn Yahyayı ilə Azərbaycan Demokrat Firqəsi bilirsiniz dostlar, bir ayrı təşkilatımız vardı, Azərbaycan Demokrat Partisi. Bununla onun fərqi var. Bu Azərbaycan Demokrat Firqəsi Pişəvəri Rəhmətliğin əli ilə düzələn parti nümayəndəsidir. Aleyküm salam. Təşrif gətiriblər və bunlarla başlayaq. Bunlar da bu gün 3-cü gündür gəlirlər. Salam aleyküm. Gördüm. Selam. Gördüm. Yaxşısınız. Yaxşıyam. Necədir vəziyyətim? İndi nə bir yaxşı görünürəm, hə? Mən hələ sizi görməmişəm. Çox, əgər qaranlıq olsa, qaran olmayın. O görsənməsə elə beləsi qalsın, sonra zəbt olur. Mənim tərəfimdə görünür, zəbt olur. Yaxşı. Əgər biraz arxaya geçsəz, dayansaz, mən bilim ki, məsələn 2 saat otur, dik dura bilmirsiniz. Aha, indi otur, gedin, dik durun. Lütfən mən deyim kameranı neyini. Biraz da kameranı əyin özünüzə tərəf. Başın əyin özünüzə tərəf. Başın özünüzə tərəf. Aha. Oldu, Aydınşükür. Çox da gözəl. Çox gözəl. Salam ərz edirəm. Necəsiz, yaxşısınız? Mən də sizə salam ərz edirəm. Əslində mən saat 4:30-dan sizi gözləyirdim. Ki indi burada bir ruh qalıb 5'e. Neyse mən bəlkə də yanlış mən deyil. Ayrı bir yerdeydik. Çünki mən hududən baxın deyim neçə dəqiqədir. Buradan baxsam deyərəm ki, neçə dəqiqədir danışıram. Sözü uzaldıram ki, təşrif gətirəsiniz. Yox, mən var idim. Yəni olmurdu da. Mən bəlkə bağlanamıram. Tamam. Neyim? Ərz edeyim ki, dostlar, Cənab Yahyayı 2 gün huzurlarında vardı. Çox ədəbli, ərkanlı, siyasi və siyasət dili ilə çox gözəl öz partilərinin nə deyirlər, siyasətlərin, düşüncələrin, fəlsəfəsinin, ideolojisini açıqlamağa çalışıbdır. Bu günləri da beləsi biraz tez başladıq. Hər gün saat 9-da başlayırıq Təbriz vaxtı ilə. Bu günləri istisnai olaraq bir də Doşənbə, sabah, yəni Aydınşükür ötürdü, sabah Doşənbə. Bəli, bu gündən sabahları saat 6 Təbriz vaxtı ilə başlayacaq. Mən bu günlərdə ərz edeyim. Aydınşükür, əgər tez gəlmiş olsunuz, 6-dan tez gəlmişsiniz, sağ olun da. Çünki 6 qərarımız idi Təbriz vaxtı ilə. Mən düz 6-ya bir dəqiqə qalanda otağı açmışam. Ərz edeyim. Bəlkə də mən görmədim. Bəli. Ərz edeyim ki, biz proqramı mən müqəddəməsini buradan ərz eləmişəm. Əgər sizin bir salam əleyhiniz var, buyurun. Sonra girək sorularımıza. Cənab Hidayət, mən də sizə salam ərz edirəm. Eyni zamanda bizi tamaşa edənlər və bizi izləyənlər də salam ərz edirəm. Amma eyni zamanda sizin çox müqəddəmədə bir şey dediniz. Biz Azərbaycanlılar mütəvazi insanlarıq. Biz Azərbaycanlılar ədəbli insanlarıq. Bizi Azərbaycanlılar hamımız ədəbliyik. Nə olur, bəziləri mümkün, bəzən xəta olunur, amma o bütün Azərbaycanlılara mal olunmamalı. Azərbaycanlı ədəbli insandır. Teşekkür ederim. Sağ olun. İltifat ediniz benim için. Teşekkür ederim. Var olun. Aydınşükür, mənzur o değil. Mənzur burada dostlarımız bəzən görürsünüz ki programa gəlir. Məsələn, sözü gətirir. Gedir bir dənə ayrı adamın adını çəkir. Onun nəzərini deyir ki, öz nəzərini ispat eləsin. Mən bunu düz görmürəm. Küsürlüğə səbəb olur. Bir də ki, adam öz düşüncəsini aşmaq yerinə özgənin düşüncəsini tartışmağa istəmir burada. Hər kəsən öz yerində öz düşüncəsini danışar. Onun üçün ədəbdən mənzurumuz budur. Yəni əlbəttə ki, bəzən görürsünüz, biri gəlir deyir ki, filan kəsi mən qəbul eləmirəm, sən qəbul eləmirsən. O ehtiyacı yoxdur.
E, Can Yahyayı, bu gündən Buyurun. üyəlikli başlayırıq. Əlbəttə üyəliyi dünən oxuduq. Dünən cavab verdik bunları. Ranta geçirik. Rant nədir? Sizin təşkilatın düşüncəsi ranta görə nədir? Rant nə? Ee, Cenab-ı Hidayet, genellikle belə olar ki, rant bir hükümetin içinde olabilir. Bir partiyanın içerisinde rant olmaz. Hele belə bizim kimi partiya ki, ömür boyu zaten yasaklıydı, ömür boyu qadağan idi, ömür boyu ya mecbur zəmini işləsin və ya mecbur olub ki, mesela xəfada işləsin. Belə bir təşkilatdır. Rant diye bir şey yoktur. Rant indiki fərz edək, indi İran İslam Cumhuriyyəti rejimində rant var. Onlar ki, İslam Cumhuriyyətinə yaxındırlar, bəhrəmənd olurlar. Rant yani mevcut şəraitdən insanın şəxsi şərtləri altında şəxsi mənfəətlərini qorumaq, şəxsi mənfəətlərini gəlişdirmək, şəxsi mənfəətlərini çoxaltmaq. Genellikle belə siyasi partiyalarda ki, hələ dedim illərcə məxfi çalışıblar, belə bir təşkilatlardan mən zənn eləmirəm rant olsun. Rant yoktu ama rantın siz mənası soruşdunuz, ben dedim yani. Təşəkkür edirəm. Bazı hükümetlerde, bazı memleketlerde, bazı partiyalarda dedim rant belə olabilir ki, fərz edək ki, ne bileyim, tarafın yeri olmayan, mevqiyeti olmayan bir məqama sahip olar. Ama o məqamı da suistimal eder, o məqamı da faydalanır məqamından. Bizim təşkilatımızda belə bir rant məsələsi yoxdur və olmayacaq da, elə bir şey də zannederəm. Sizin təşkilatda ranta necə baxırsınız? Rant necə görürsünüz? Hiç uygun görmürük, münasip görmürük. Hiç rant diye de bizim burada bir şeyimiz yoktur. Bizim partiyada ki mensuplarımız ki mesela bizi himayet edenler ve ki onlar ki bize yakınlık hissediyorlar. Yani atifi bir irtibatları var. Bunlar hamımız xətəri hissediyorlar. Bunlar bilirler ki bu rahat bir iş değil. Bu ağır bir iştir. Hatta dursun rant, burada xətər de var. Xətəri rant olaraq əgər qəbul eləsək, bəli, hamısı xətəri qəbul edirlər və canı gönüldən də qəbul edib bu yolu seçirlər. Ona görə bizdə belə bir rant yoxdur, heç mövzusu da yoxdur. Can Bey, Yahyayı, icazə buyurun, mən bir şey burada ərz edeyim xidmətinizə, suallara ilgili deyil. Dostlardan etiraz eləmişlər ki, Cənab Yahyayı yerin, mövqeyyətin müəyyən eləmir və çoxlu e-mail gəlmişdi, söhbət gəlmişdi ki, Cənab Yahyayı parti tərəfindən ola bilər, olsun, olmasın. Siz onu bir çek edin. Mən bir məktub yazdım, e-mail yazdım və partinin lideri rəsmən dedi ki, Cənab Yahyayı bizim tərəfimizdən söz haqqıdır və bizim tərəfimizdən danışmaq haqqı vardı. Bunun üçün dostlar ki, istirdilər bunu sənəd olaraq ərz edeyim xidmətinizə. Aydöşür Yahyayı Fürqət Partisinin lideri tərəfindən kətbi olaraq sorulara cavab vermək haqqı var. Hər nə duyurulursa partinin mövqeyidir. Bu fəqət həm cənabınızın, həm də dostların xidmətinə bunu yetirim. Daha bu sorunu şey eləməsinlər. Teşekkür ederim. Sağ olun. Var olun. Var olun. Rantla ləyaqəti Aydöşür parti içində necə ayırt edirsiniz? Ərz elədim, bizim partide belə bir rant yoktur. Liyaqətlə apayrı bir şeylerdir. Rant faydalanmaq için bir təşkilata yaxınlaşmaqla əldə edilir. Liyaqət bambaşka bir şeydir. Liyaqət insanın yeteneğini, mesela müdiriyyətini, yeteneğini, iş fəaliyyətlərini göstərir və bu iş əsnasında da öz hani liyaqətini göstərir, öz düzgünlüğünü, doğruluğunu və o ideolojiyə diyaqaya və ya o mərama deyək, o mərama bağlılığını göstərir liyaqətlə. Rant bambaşka bir şeydir. Rantla hiç liyaqətin, yani bir yerde yığış, bir yere cəm olmazlar. Rant başka hədəf için olar, liyaqət başka hədəf için. İkisinin də hədəfləri fərqlidir. Rantın çox kişisəldir, yani çox mesela fərdi məsələdir.
rantdan məmulan insanlar öz mənfəətləri üçün istifadə edirlər. Amma Doğru. liyaqət apayrı bir şeydir. Bəli. Doğru. Siz orada bu cümlələri, bu tozihizdə bir dənə kəlmə işlətdiniz. İdeoloji məramdır. Belə bir tərif vardı ideolojidən. Eləyə bilərik ki, deyək, ideoloji məramdan ibarətdir. Bəli, bunlar bir məcmuədir. İdeoloji, məram, hətta bu bəzi partiyaların, bəzi təşkilatların dedim məramnaməsində də münəkkis olur, əsasnaməsində də münəkkis olur, hədəflərində də görülür. Hədəfləri yazdığında zaten bəlli olur. Tərəfin hədəfi, qruhun hədəfi, hizbin hədəfi, firqənin hədəfi nədir? Gözlə. Ona görə bunlar hamısı mənalardır. Siz bayaq bir ərəb kəlməsindən söz etdiniz. Dediniz ki, ərəb kəlməsində bəzi yerlərdə ayrı mənalar çıxardırlar. Düzdür, məmulən bəzi kəlmələrin bəzi yerdə ayrı mənaları ola bilər. Bəli. Rantıdan sizin təşkilatın bir tərifi varmı? Düşüncəniz nədir? Təşkilat olaraq rantı nəyə deyirsiniz? Vallahi ben de başta dedim ki zaten bizim teşkilatta rant diye bir kelimenin hiç yeri de yoktu. Çünkü ranta dayalı bir teşkilat değil. Tamam. Dedim rant məmulen devletlere hakim olan partiyalar içerisinde Tamam, işlenen. onu soruşacağım. Rant hangi şəraitdə və hangi sistemdə ortaya çıxar ya da rant sisteminə çevirər? Umumen qeyri-demokratik, azadlığı olmayan, hələ mətbuat azadlığı olmayan yerlerde çok görülen bir sistemdir. Kabili sistemlerde de olabilir. Ki mesela rant için taraf faydalanar imkandan, muvkiyetten filan. Ama umumen demokratik bir nizamlarda, hani demokratik bir düzenlerde, demokratik rejimlerde rant ifşa olar. O ranttan faydalanan insan ifşa olduğu için ranta imkan olmaz. Ben demiyorum ki hiç rant olmaz. Ama ranta imkan sağlamazlar. Ranta imkan vermezler. Çünkü demokratik düzende her şey şeffaftır. Bir camiada, bir partiyada her şey şeffaf olduğu sürece tabii ki bir rant doğmaz zaten. Hiç mümkün de değil. Ama gayri-demokratik düzenlerde, gayri-demokratik rejimlerde rant gelişir. Biz örneğini biz İran'da görürük. Görürük ki İmam Cumhuriyet Tehran Ay Saduq'un 4000 metr yer yukarı çəkir. Və ya xəbər şimdi sizin ülkünüzdə Kanada'da yaşayır. 3 milyar dolarla yok olur. Ne bileyim çay dep 3 milyar yarımla yok olur. Milyar yarım dediğimde fikrimin tümən deyirəm ama 3 milyar yarım dolarla yok olur. Ona göre məncur o məmləkətdə İslami 5 milyar dolarla gəlir Kanada'ya. Umumen ne bileyim Babək Zəncanı var, o var, bu var. Babək Zəncanı'da hamı deyir, Babək Zəncanı en az rantıdan istifadə edir. Yani 1 milyar dolarım da onun ki. O çünkü yani saf adam oymuş da değil mi? Sağda adam oymuş. Ayda özdəki o pulları təhvil veribdi axı. Yəni pulları təhvil verib zindanını da çəkibdi. Türk olduğu üçün amma onu gündə hamını gündəndə tutur onu. Amma xəbəri olsun, falan olsun. İsfahanda o misli Fuladı Mübarəkə, Fuladı falan olsun ki. Milyarlar pul yok olup. İndi de yok olur. Cenab-ı Hidayət. Bak 45 milyar dolar məyanat, qazi falan, Bəhman, petroşimi məhsulları ihraç olur. Yani sadır olur. Bunun çok büyük bir kısmı İran'a dönmüş. Kimin tarafındandır? Rejimin öz tarafındandır. Rejimin o rantkallar ki siz diyorsunuz, rant yiyenlerin tarafından. Mən çox çalışıram ki, indi rantı partilərin içində danışaq, siyasətin içində danışaq. Onu xidmətinizə ərz eləyəcəyəm. Əgər çox qabağa gəlməsəz yaxşı olar. Çox qabağa gələndə başınız görsənmir. Ərz eləyəcəm. Can Yahya, bəli. Can Yahya, sizin təşkilatın içində liyaqəti necə və hangi standartlarla ölçə bilirsiniz? Bizim baş yapıp liyaqət insanın dediğim o məramının qabağa aparılmasıyla ölçülər, hədəflər doğrultusunda
Verilen məmuriyyətlər, verilən o işləmlər ki, görməlidir. O işlərin görülməsiyle ölçülər, sədaqəti ilə ölçülər və dost hər şeydən qabaq bizim kimi siyasi mesela orqanlarda, siyasi partiyalarda bir-birinə bağlılıq və bir-birinə inamla ölçülər. Yəni bir-birinə əmin ol, əmniyyətlə ölçülər. Yəni bir-birinin əmniyyətini sağlamaq, bir-birinə fədakarlıq dərəcəsi ilə ölçülər. Eyni zamanda da partiyanın təşkilatı məramnaməsinin qabağa aparılması ilə ölçülər və çox da tez də müşəxəs olar. Elə də bir yəni gözü bağlılıq bir məsələsi yoxdur burada. Hər şey ortaya çıxar. Qısa bir sürədə də ortaya çıxar. Kimin kim olduğu zaten belli olar. Kim nə hədəflə bir təşkilata yaxınlaşır, nə hədəflə bir təşkilatdan uzaqlaşır. Bəzi adamlar var, təbiidir, bir də başlamaq xəttəsi dedim ki, zaten bu təşkilatların, bu təşkilatlar, zaten soruları siz təhiyyə edəndə, mən istəmirəm müdaxilə edəyəm. Bəli, bu sorular məmulən o məmləkətlərdə cari ola bilər ki, o məmləkətlərdə o hizblər, o təşkilatlar azadca çalışsın. Azadca edə bilsin, işlərini qabağa aparsınlar. Azadca millətlə irtibat kursun. Bizim şəraitdə ki, illərcə və bir il bu Fərqi Demokratı Azərbaycan fəaliyyət göstərib, bir il yarım deyək. Ondan sonra da bir ildə bir milli hükümət qurub. Ondan sonra hiçbir zaman azad olmayıb. İnanın ki, o gündən də ki, milli hükümət yıxılıb, töhmətə məruz qalıb, böyle ağızdan çıxan düz, qeyri-düz bir sürü şeyləri qarışdırıblar ki, bu təşkilatı vursunlar. Və ona görə də belə bir təşkilatda təbii ki, rant yoxdur. Bəla var. Amma yenə də inanan insanlar bu yolu qabağa aparırlar. Əcəba, sizin təşkilatda standartlar hamı üçün, hamı üzvlər üçün standartdırmı, yoxsa bəzi üzvlərə üstünlük verilir? Umumən standart bəllidir. Dedim, o hizbə bağlılıq, məramnaməyə bağlılıq və hədəfləri qabağa aparmaqla ölçülər. Amma bunun yanında bəzi şeylər də vardır ki, Cənab-ı Hidayət. Vaqiyyət budur ki, bəzi xanavadələr, bəzi ailələr və hani bəzi insanlar vardır ki, nə bilim, məsələn, fərz edək ki, Feridun İbrahim'in xanavadəsi. Feridun İbrahim idam olunub. Feridun İbrahim'in Ənuşirvan İbrahim'i edam olunub. Bunun xanavadəsi çox astrada, çox zəngin, çox varlıqlı xanavadələrdirlər. Bunlar dərbədər olublar. Bunların istər-istəməz bir karizmayı qüdrətlərdə olması lazımdır. Ona görə bəllidir ki, bəzi xanavadələr istər-istəməz biraz üstünlük sağlayırlar. Amma bu demək deyil ki, üstünlük onların ilə miras kimi onlara yetişir. Xeyr, onlar da fəaliyyət göstərirlər. İndi ittifaqan bizim Mahacirlər Əncüməninin sədri Ənuşirvan İbrahim'in oğludur. Nə gözəl ki, onun da adı da Feridun İbrahim'idir. Yəni əmisinin adını daşıyır. Ona görə demək ki, yəni bəllidir, bəzi ailələr, bəzi xanavadələr bu şeydə yəni önə çıxırlar. Amma çalışmalarla birlikdə önə çıxırlar. Nəinki mirasdar olaraq önə çıxsınlar. Gözəl nöqtəyə əl bastı. Sağ olun, var olun. Əslində bu öncələrdə də dostlardan biri buna işarə etmişdi, amma gözəl nöqtə oldu. Var olun. Ailə və əqrəba üzvlərinin bir təşkilatda olması rant sisteminə bağlırsınız ya yox? Yok, tabii ki arz elədim. Yani bizim təşkilatda belə bir rant olmadığı için zaten rant kelimesinin işlenmesi belə bir təşkilatda doğru değil. Çünkü dedim yani rant genellikle o partiyalarda olar ki, o partiyalar devlet elinde tuturlar, hükümet elinde tuturlar. Can Yahya, sorun budur ki, ailə üzvləri olursa bir partidə, onda bu ranta gedə bilərmi, çevirə bilərmi? Cenab-ı Hidayət, umumən olar ki, o partiyalar ki, qeyri-mesela
penhan işləyirlər. Yəni məxfi işləyirlər. O partiyalar ki, azad deyirlər, cami azad deyil, məmləkət azad deyil. Yəni millətlə müstəqim irtibat quran millər istər-istəməz ailə fərdləri çox əhəmiyyət daşır. Yəni inanan adamlar çox. Məsələn indi elə mən məcburam misal verim. İndi ağay Pezeşkiyan gəlib zada xub çox dindar adamdır, dini adamdır, məzhəb adamdır. Bir zamanlar çomaklar idi, bir zamanlar vurucudu filan şuydu buydu. Ama indi o şüphesiz ki tanıdığı adamları heyeti devlete getirecek. Ne bileyim tanıdığı adamları müdiriyetlere mensup edecek. Ona göre belə partiyalar ki hələ də millətlə müstəqimən irtibatda değiller. Əzay xanəvadə tanınmış adamlar birbirlerini tanıdıkları insanlara daha çok imkan sağlarlar. Bu təbiidir, qeyri-təbii deyil. Çünki müstəqim millətlə, müstəqim o cəmiyyətlə, cami ilə irtibatda olmayan hizblər nə yazıq ki belə bir mərizçılığa deyə biləm, düçar olarlar. Bütün dünyada da olarlar. Tək bizə xas deyil. Bütün dünyada belə bir, yani mesela azad olmayan partiyalarda belə bir vəziyyət qabağa gələr. O qeyri-zat deyən, iştiraf nabəzi deyirlər Farsçada. O iştiraf nabəzidir. Belə olar zaten. Onu istədim. İndi əcəba sizin təşkilat, ailə, əqrəba və famillərdən qurgulanıbmı? Şüphesiz dedim mesela örnek verdim size. Tabii ki tanınmak hatta bir yerde aile üzvlərinin hamısının faaliyetlerde bulunması tabii ki aile fertlerine imkan daha çok sağlar. Ama yok bizim teşkilatta öyle bir mesele yoktu. Çünkü dedim yani bu fərz edək ki Təbriz hadisəsindən sonra ki milli hükümet yıkıldı. Baxırıq görürük ki dəfələrcə sədr firqə dəyişibdir. Dəfələrcə dəyişib, nə bilim Pişəvərdən sonra Ağay Sadıq Padıqan, gəlib Ağay Sadıq Padıqandan sonra Çeşmə Azər olub, Çeşmə Azərdən sonra Qulam Yahya Danışıyan olub. Ondan sonra nə olub, gəlib indi yetişib Düktur Adlı xanıma. Yani mensur belə şeyler yok, bizim elə zat yoktu ki hatmen miras değil yani biz o mərizçilikdən çıxmalı yok. Siyasette miras diye bir şey yoktu. O hatta bizim Can Yahya bizim mən bu Kanada iki dənə misal vuracağam xidmətinizə. Biri Kanadadan vuracağam, birini də İrandan vuracağam ayrı-ayrı. Və istəyəcəyəm ki, rantı orada görək ki, rant var ya yox. Əlbəttə, bəzi dostlar buna deyirlər ki, rant deyək, buna deyək ki, conflict of interest. İstəklərin ya mənfəətlərin çatışmamazlığı ya çatışmazlığı. Çatışmazlığı, bəli. Bəli, indi ona göre bir misal veriyorum. Ben burada Kanada'da cənabınız da bilirsiniz bakkallıq dükanında işləmişəm bir uzun zaman. Oradan bir təcrübəm var. Kanada sistemində əgər sizin bakkallıq dükanınız olursa latari satarsınız, sata bilərsiniz ya da əlinizdə rant imkanı var deməkdir. Yəni ki, bunun üçün sizin özünüz və ailəniz, yaxın əqrəbanız sizdən latari alamazlar. Niyə? Çünki rant hesab olur. Siz bilirsiniz bu dediğimiz bu latari sistemi onlara bağlı değil. Bir mərkəzdə olur. O mərkəzdə dövlətin əlində deyil. Mən əlbəttə onda bu son zamanlarda şəklə düşmüşəm ki, dövlətin əlindədir və dövlət istədikləri zaman çıxır və istədikləri adama da çıxada bilərlər. Hər halda bütün rant hesab olur. Siz bu sistemə görə rantı və özəlliklə də siyasi və idari rantı necə düşünürsünüz? Əslində bu ticari, yəni rant fərdi bir məsələdir. Yəni bir insanın imkanları öz mənfəəti üçün işlətmək, öz mənfəəti üçün o imkanlardan faydalanmaq. Xanavadagi də ola bilər, hani qəbiləyi də ola bilər, o başqa. O dediğiniz kimi hani bir bakkal dükkanında latari satmaq kimi. Və ya lotarinin hani dövlət tərəfindən bəlli başlı adamlara
verilmesi için. O da mutlaka o devlette bağışladığında veya verdiğinde kime verdiğini yaxşı bilir. Yani bunlar olabilir, rant olabilir ama bizim siyasi teşekkürlerimizde, bizim məxsusən siyasi təşkilimizdə belə bir rant söhbəti yoxdur. Yəni belə bir imkan da yoxdur. İkinci misalı icazə buyurun İrandan vurun. Bəli. İranda bilirsiniz Şah zamanından hizbilər əslində Rıza Şah zamanından hizbilər qədağandır və dövləti hizb çıxar. Yəni dövlətin hamisi olsalar və dövlətin ideolojisini daşısalar, himayət etsələr icazə alarlar, çıxarlar. İndi İranda məsələn 150-yə yaxın parti var. 1500-dən çox əncümən İslami, siyasi əncümən İslamilər vardı. Hamısı ideolojiyə hakimi himayət edirlər və ona qarşı əslən çıxmırlar. Əslində hamısı fəqət budurlar ki, agəhi verilir. İndi bunlar gəliblər, məsələn milli məzhəblər, ya Nehzət-i Azadi, hətta islah tələblər və mühafizəkarlar. İranda bir sistem yaratdılar. Bu sistem hizb olmasın deyə, amma hizbi danışsın deyə. Hər kəsənin oğlu, nəvəsi, qızı, damadı, o birisi ilə, bu birisindən evlənirlər. Yəni onları məsələn tuta da bilmir dövlət. Deyir ki, qanunda bir cələsi olsa tutacağam. Gedir tutmağa deyir ki, biz ailəyik. O mənim damadımdır, o mənim qeyri-atamdır, o mənim bacım əridir, bu mənim... Bu düzü hamısı famil çıxırlar o siyasilər. Məsələn, Nehzət-i Azadidə heç kəs, deyə bilirəm, heç kəs fəaliyyət eləmir, illa ki, bir-birləri ilə evlidirlər. Necə ki, məsələn, sistemdə baxsaq, Xumeyninin ailəsinə, ya Xameneinin ailəsinə baxsaq, işlədikləri adamlar hamısı ailədir. İndi siz əcəba bu sistemi rant görürsünüz. Yəni o hizbidə hətta hizbidə məsələn daimən filan kəs qalacaq başda, çünki o ailənin başıdır da, nə deyindən sonra. Valla Cənab Hidayət, birincisi budur ki, əhsab-ı siyasi, demokratik məmləkətlərdə dövlətdən kömək alırlar. Üzvləri hesabında kömək alırlar. Hətta əncümənlər də kömək alırlar. Məsələn, Sueddə bir əncümən qurulur. Bu əncümənin sayısı, deyək, məsələn, 100 nəfərsə, dövlətdən bir kömək alır. 100.000 nəfərsə, bir kömək alır. 2 milyon nəfərsə, bir kömək alır. Yəni, bunların hərəsinin özünə görə adam başına köməkli alırlar dövlətin bütçəsindən. Dövlətin bütçəsi demək, yəni, millətin, dövlətin xəzanəsinə verdiyi maliyyatdan kömək alırlar. Kömək alırlar ki, milləti siyasətdə müşarikət versinlər, siyasətə çəksinlər. Bu təbiidir. İranda da fərz edək ki, bütün o heyət-i əzadarı ki vardı, bunların rantı var. Bunların rantı nədir? Bunların rantı budur ki, bu günlər Məhərrəmdir da, bilirsiniz, yəni Məhərrəm Aşura. Aşura Tasuğa üçün bunlar nə bilim, hükümətin verdiği köməklərdən, dövlətin verdiği köməklərdən ki, düyü ola, ət ola, yağ ola, nə bilim, soğan ola, yeralma ola, bunların hamısından faydalanırlar. Əgər siz rantı bu çərçivədə görürsünüz, təbiidir, bütün dünyada aşağı yuxarı bütün əncümənlər, hizb özü bir əncümən sayılır. Hizblər üçün əzası çoxdur, təbiətən səhmi də çoxdur. Çün nümayəndəçisi məclisdə çoxdur, səhmi də çoxdur. Məsələn, Türkiyədə əhzab-ı siyasi o tədaki nümayəndələri var məclisdə, o oranda bütçədən səhm alırlar. Səhm alırlar ki, millət... O rant hesab olmur. Bir dənə qanuni bir vəziyyətdir. Alır. O dünyanın hər yerində. Qanun hamıya onu görür. Amma bir dənə partinin içində o zaman ki, məsələn, ailə üzvü olur. Məsələn, ailə üzvü çox olur. Deyək ki, şuray mərkəzisi var. Bir dənə müdiriyyət heyəti mərkəzisi vardır. Burada, məsələn, 3 nəfər bir ailədəndir, 2 nəfər bir ailədəndir, qalanı ayrıdır. Təbii ki, rəycillikdə o ailə üzvünün biri çox rəy gətirəcəkdir kandida olan. O birisilər az rəy gətirəcəkdir. Bunu istirdim ərz edəyəm xidmətinizə ki, bunu rant görürsünüzmü? Xeyr, bu bəllidir, əgər olsa ki, rant var. Amma umumən bizim təşkilatımızda belə bir şey yoxdur. Çünki bizim təşkilatımız dedim, əvvələn məxfidir. Məxfi dediyimdə onu bildik. O sizin təşkilatın kamilən onu anladım. Bu qonunu, yəni belə bir vəziyyətdə rant hesab edir misiniz? Əslində görünür
düşünüp ki bu revanşinası cəhətdən də bərrəstli olmalıdır. Sosyoloji açıdan da bərrəstli olmalıdır ki, çox siyasətçinin uşaqları siyasətlə müxalifət edirlər. Yani xanəvadə zada qatılmır. Görürsən ki, mənim 2 oğlum var, heç siyasətlə ilgiləri yox. Heç bilmirlər siyasət nədir, heç biz istəmirlər də. Yani sen ne kadar desin, baba biz siyasetle meşgul olmak istemiyoruz. Bizim işimiz var, öz işimizle meşgul olmak istiyoruz. Belki sizin de uşaqlarınız belə olabilir. Hatta bizim siyasetçilerin uşaqları da belə olabilir. Diyorlar biz siyasetle ilgilenmek istemiyoruz. Ben çok adam tanırım. Ayətullahların da uşaqları komünist olurlar. Aydın. Olabilir dediği kimi Ayətullahın uşağı vaqəən Şəriət müdaridən sonra qalanların uşaqları komünistdir. Yox, Qolzadə Qəfurunun uşaqları, Qolzadə Qəfuru bilirsiniz də, yəni Azərbaycanlı bir ballı olaraq çox roşan fikirliydi. Çox roşan insanıdır. Elə əvvəldən də bu rejimlə müxalifət elədi. Ola bilər dediyiniz kimi, bəlkə əlbəttə mallıların çox uşaqları ki, mallı olurlar ümumən. Mən təəccüb edirəm, ay Həsən Şəriət Mədarı necə mallı olmayıb. Bilmirəm, ay Şəriət Mədarının uşaqlarından heç mallı olan var ya yox. Bəli, ümumən məmulən mallalıq elə bir ersidir. Məmulən olar ki, malladır. Heç olmasa uşaqlarından biri ikisi mallı olar. Ayətullah Müntəziri kimi veya diğerleri kimi. Siz bunları məndən yaxşı bilirsiniz. Ərz edeyim. İndi toplumda bizim toplumdan danışırıq, Güney Azərbaycandan, Türkiyədən danışırıq. Güney Azərbaycan təşkilatlarına ailə təşkilatı deyə bir söz yaygındır. Hətta siyasi təşkilatların bəzi liderləri də bu haqda söz aparıblar. Və demişlər ki, məsələn, ailə təşkilatları falan, bəhman ad aparmışlar. Siz siyasi, idari və iqtisadi ailə təşkilatlarına necə baxırsınız, sizin təşkilat? Valla mən o birinci söhbətimizdə də dedim ki, mən umum təşkilatlara, yəni bütün bu təşkilatlara çox belə müsbət baxıram. Heç təşviq də edirəm. Heç fərq eləməz. Yəni mənim qarşımda da dursa, məni pisləsə də mən onları pisləmirəm. Çünki Azərbaycanın hani pluralizme ihtiyacı var. Azərbaycanın bir cəhişə ihtiyacı var. Bu cəhiş bir qismi bizim əlimizdən olar, bir qismi də onların əlindən olar. Heç də fərq eləməz. Xanəvadi partiya olsun, olmasın, iddiası olsun, olmasın, iddiası az olsun, mütevazı olsun bizlər kimi. Heç bizim için fərq eləməz. Biləxərə əgər Azərbaycan için ürəyi vurursa, Azərbaycan millətinin, Azərbaycanın xoşbəxtliyi için çalışırsa möhtərəmdir. İndi bu ola bilər xanəvadi, ola bilər qəbili, ola bilər ki, bütün umumi ilgiləndirər. İndi biz onu qalıb da tərazi götürüb bunları ölçmürük veya metr götürüb bunları ölçmürük veya tərazi götürüb bunları tartmırıq ki, görək vəzni nə qədər, boyu nə qədər falan. Belə şeylər əslən bizim için çox da münasib bir rəftar deyil. Tamam. Acaba bir təşkilatda ailə üzvləri olursa, rant əsaslı təşkilatına çevrilə bilərmi? Əgər dövlət mekanizmasının əlinə keçirilirsə, tabii ki, rant çərçivəsinə çevrilə bilər. Ama devlet mekanizması elinde olmadığı sürece hayır. Ne rant olacak ki? Ama ne bileyim bir de bu arada bir de bakarsınız ki hani milletin hisleriyle, milletin duygularıyla, milletin hani inançlarıyla oynanabilir. Hani bazı adamlar mümkündür. Mesela imkanatı malı sağlayalar. Fərz edək Azərbaycanlıların duygularından, milli duygularından, milli şuurlarından faydalanıp özlerine biraz mal edinilirse, sağlanırsa tabii ki o zaman rant meselesi ortaya çıkar ve düzgün değil, doğru değil. Acaba bir təşkilatda ailə üzvləri olursa, standartlar qoruna bilərmi hamı üçün? Zannedemiyorum ki eğer karar olsa bir partiyada ailelerin çoğunlukla o partiyanın idaresinde, idare heyetinde
çoğunlukta olsalar, çok olsalar, tabii ki onlar artık yani bizim kimi partiye adından çıkar, onlar aile partiyası ki düzgün değil, doğru değil. Zaten biz ona muhalif, çünkü bizim hedefimiz elə kurulduğu günden itibaren 12 Şehriver beyannamesini okuyun, orada bütün Azerbaycan'ı hedef alır. Hatta Dursun bütün Azerbaycan'ı mukaddemesinde bütün İran'ı hedef alır. Dursun Doğru. Azerbaycan bütün İran'ı hedef alır. Bir Bu haqda bir azadlık soru soruşacağım. Azerbaycan'da Yahya, yerleşmediği sürece. bu, Ben, bu haqda bir soru soruşacağım ama bu iki sorun var. Onları soruşum, ben, ondan sonra bu haqda bir soru soracağım sizə. ben, Acaba bir təşkilatda ailə üzvləri olursa, o ben. təşkilatın içində yüksəlmək imkanı tamam üzvlərlə ailə üzvləri arasında bərabər şans ola bilərmi? Nuhut belli ki olmaz. Belli şey, bir teşkilatın içerisinde aileler çoğunlukta ise onlar yolu hemvar eder, yolu açar. O bu sıfatlar için, öz aileler için zaten o bir teşkilattan çıkar. O yani umumi teşkilattan çıkar. Halk teşkilatından çıkar, ayrı bir teşkilat olar. Onun adı sen bilmem parti mi koyak onun adına. Onun adına ne koyak bilmem. Yani o parti olamaz. Yani siyasi bir parti olamaz ki bütün halkın, bütün Azerbaycan'da yaşayan insanların mesela partisi olsun ne de bir şey olamaz. Bu bellidir, eğer aile üzvləri çok olsa yola hemvar ederler ki tanıdıkları öz üzvləri yükselsinler. Bəli. Tamam. İndi Can Yahya'yı sizin təşkilat üyelər arasında bilirsiniz rant əslində yavaş-yavaş etimadsızlıq gətirir da. Ona Bəli. görə də hər kəs çalışır ki, özü qazansın. Elə İranda baxsaq görürük o Bəli. cürdür. Hər kəsin əli bir idarədə, bir yerdədir, oradan qazanmağa çalışır. Sizin təşkilatda üyelər arasında güvən sistemi necə yaranır və necə qorunur? Ben başta da dediğim gibi bizim teşkilatta umumen güven sistemi zaten ortaya çıkar. İnsanların üstlendiği vazifelerin yerine getirilmesi, sadıgane yerine getirilmesi, zaman içerisinde yerine getirilmesiyle o ölçüler. Ne bileyim bir vazife alınıp, fərz edək ki, nəşriyyənin vəzifəsi bir müəvvəl olub. Görək bu nəşriyyəni yaxşı qabağa aparır, yaparmır. Veya fərz edək ki, bütün təşkilatlarda olduğu kimi bizim de təşkilatda mali biləxərə məsələdir. Yani iktisadi bir sorundur. Acaba üzvlər o adını, o hak uzviyetlerin zamanında perdakt edirlər, eləmirlər. Bunlar hamısı məsələdir, bunlar hamısı görülür. Cenab-ı Hak böyle hani üst örtülü der, bu roşan vazihdir. Ama biz bunu kalkıp da bütün elimizle tablo alıp dünyaya ilerlemek ki kim hangi üzv hakkı üzviyet verip hangi üzv hakkı üzviyet vermeyip. Ama bellidir ki kongrede bunlar hamısı tartışırlar, değişik komitelerde bunlar görüşürler ve komiteler karar verir. Bunların nə ilgisi var güvən yaratmaqla? Nədir güvən yaranır? İttifakın bir insan vəzifəsini yaxşı əncam verirsə, işine bağlı olursa, sədaqətlə işi aparırsa, tabii ki diğerlerinin güvenini sağlar. Diğerlerinin güvenini neyler? İnsanın ona imanı çoxalar, ona inancı çoxalar, ona güven bile sağlanır. Ben sizi inandırmadığım sürece siz mənə güvenmeyeceksiniz. Mənə güven o vaxt sağlanar ki, mən sizə inandırım. Amma sizə necə mən sizi inandıra bilirəm? O hərəkətlərimlə, rəftarımla, hani Fasla demişdi, qoftarımla, danışıqlığımla, hər şeyimlə sizin güvəninizi sağlamaq mümkündür. Amma bəzən də ola bilər ki, tamam bunlar olar, amma cinlə birinə etimad olmaz. O ayrı meseleler var, mümkün değil. Doğru. Teşekkür ederim. Siyasi partiyalarda tabii ki güven esastır. Yani bir güven olmadığı sürece, inanmadığın dost ile belə bir partiyalarda hareket eləyənməsən. Mutlaka güveneceksin. Bəli. Sorularımı bu bölümde tutardı ama bir soru ki zihnimden çıkır tez o da onu soruşum. Siz bu kitaplar yazmışsınız Firqanın ve Demokrat Firqəsi haqqında. Bu kitaplarda belə deyilir, mən bir şey de oxumuşam bu haqda əlbəttə ki,
rəhmətlik Pişəvəri, mən şəhid deyirəm bəzən, şəhid Pişəvəri, o bir ilin sonunda bir məktub yazır. O zaman Sazman-ı Miləldir, Cami-i Miləldir, yadımda deyil. Onların birinə yazır ki, bizi dövlət olaraq rəsmiyyətə tanıyın. Bu doğru mu? Yox, belə bir şey dövlət olaraq deyil. Sazman Milli Müttəhidin zaten əsasnaməsi mən dün də keçən proqramda sizə dedim. Sazman Milli Müttəhidin mənşur Sazman Milli Müttəhidi əsasnamə Sazman Milli Müttəhid bir dövlətin, bir coğrafiyanın bölünməsinə tərəfdar deyil. Mənşur Atlantikə bir namə yazır. Və orada izah edir ki, siz Mənşur Atlantikdə haqqı təyini sərnişti dilə gətirmişsiniz. Bu var. Bu çərçivədə biz istiqoz sərniştimizi təyin edirik. Dövlət olaraq bizi rəsmiyyətlə qəbul edilir, belə bir kəlmə yoxdur. Amma bir Mənşur Atlantik var, 1941-də qurulub və onda o çərçivədə bəli, belə bir məktub var. Hətta elə ona dayanaraq deyir. Deyir ki, siz mənşur insanların sərniştinin təyin olunmasını öngörmüşsünüz. Biz o çərçivədə istiqoz sərnişt edirik. Dövlət quraq Atlantik mənşuru dediyinizlə Sazman-ı Miləlin nə fərqi var? Yəni o necə bir təşkilatdır? Bax, Sazman Mənşur Atlantik kəştin üstündə bağlandı. Roosevelt var idi, Churchill var idi. Bir də bir-iki ayrı adamlar vardı. Bunlar oturdular. Dediler ki, biləxərə müharibə başlayıb. 1939'da 2. Dünya Müharibəsi başlayıb. İnsanlar sərniştlərini nə etməlidir? Təyin etməlidirlər. Yəni biz Hitlerə boyun əyməyəcək. Hələ də o zaman Roosevelt, yəni Amerika müharibəyə qarışmayıb hələ. Uzaqdadır Amerika. Ama o mənşurla birlikte insanlar təyini sərnişt olmalıdır. Biz icazə vermərik ki, Hitler bütün dünyanı kontrolünü alsın. Yavaş yavaş bu mənşur pəxş oldu və çox da saygı gördü. Hələ o zaman şey yox idi. Sazman Milli Müttəhid yox idi. Sazman Milli Müttəhid. Cami-i Milal vardı. Cami-i Milal'de de elə yine hoş görülmür bir memleketin parçalanması. Cami-i Milal vardı. Mənşur mesela Atlantik ondan sonra münteşir oldu. Ama Sazman-ı Milal Müttəhidin demək olar ki, əsası elə Mənşur Atlantikə dayandı. Tamam. Şimdi benim sorum buradır. Pişəvəri o məktubu yazıb ya yox o Atlantikə? Bəli. O tek o değil. Pişəvəri neçə səfarətə də göndərdi onu. Neçə səfarətə də zaten de vardı ki, bizim hedefimiz İran'ı parçalamak, bölmek değil. Bizim hedefimiz İran'ın kanun əsasını ki, Rıza Şah... Bu məktuba təkid edir. Bu məktubda dövlət olaraq bizi rəsmiyyətə tanının sözü var mı? O söz nədir? Dəqiqən nədir? Yəni siz o məktubdan, qoyun sualı belə soruşum. O məktub istiqlal istəmək məktubudur, yoxsa nədir? Xeyr. Heç vaxt istiqlaldan söhbət olunmur. Milli hükümətdir. Bax, adı üstündədir. Azərbaycan milli hükümətidir. Nə Azərbaycan Cumhuriyyət, məsələn, Mahabat özünü Cumhuriyyət elan elədi. Amma Azərbaycan dedi, mən milli hükümətəm və İran çərçivəsində milli hükümətəm dedi. Yəni o məktubda bir şey var mı ki, İran çərçivəsində yox? Yox, çərçivə demir, amma Azərbaycanda qurulan milli hükümət deyir. Tamam, mən elə bu sözlərin üstündə gedirəm. Nədən siz federalist oldunuz? O zaman ki, o məktubdan çıxır ki, bura bir milli hükümət, yəni müstəqil bir milli hükümət ola bilər. Nədən onu siz federalizmə tərcümə elədiniz? Şimdi orada siz bir kəlmə işlətdiniz. Əcəba, icazə buyurun cümləmi təkmil edeyim. Əcəba, Hizb-i Tudənin təsiri altında qalaraq İrancılığa tərəf təmayül tapmadınız siz Pişəvəridən sonra? Xeyr, əslində heç belə bizə tutulur. Orada bir kəlmə işlətdiniz. O kəlmə zaten yoxdur. Müstəqil deyə bir şey yoxdur. Milli hükümət istiqlal demək deyildir. Milli hükümət dedim qanun, məşruta qanun əsasının əncümənhay eyalətin vilayəti var.
Encümenhay eyaleti ve vilayeti Cenab-ı Hidayet zaten federalizmin bel kemiğiydi. Federalizmin fondasyonudur. Çok da güzel bir şeyler. 1285'te düşünün. 1285'te müsebbep olan bu kanun esası ne 119 güzel. yıldan önce. Bəli, 119 yılından önce ne güzel şeyler kurup çok da ihtiyaratı var. Çok ihtiyaratı var Encümen Besra eyaleti ve vilayetinin. Bu encümen eğer millet müstakım, rəy müstakimdir, rəy qeyri-müstakim olmaz. Hamı müşareket edecek ve milli hükümet kurulanda da kadınlara hak verildi bile. Ki zaten biliyorsun Can Yahya'yı 1341'de bu milli Can olmuş. Yahya'yı Can Yahya'yı Azərbaycanda bir neçə şey adı milliydi. Yani Bəli. mesela Kitabxane Milli Azərbaycan. Bəli. Hamısının bunların adlarını çevirdilər bir məmləkətdə müstəqil olandan sonra milli ola bilər. İndi bizim orada bir tane milli kəlməsi işlənir. Milli hükümet. Bəli. Bu milli hükümet İran'dan ayrı bir ordusu var. Dünən buyurdunuz, leşkeri var, fədailəri var. Qoşunu var. Aman, qoşunu var. Milli fədailəri var. Sistem idaresi var ve bayrağı var. Eyni halda da özü milli hükümet bilir. Siz ne acaba bu milli hükümeti istiklala təfsir eləmədiniz, federala təfsir elədiniz? Ne acaba? Milli hükümeti, evvela milli hükümet demek müstakil bir devlet tanımını taşımır. Biz dojure devletler olar, bir de de facto devletler olar. De facto olarak milli hükümet bir devlet yapısına, bir devlet strüktürüne sahip idi. Onda diyeceğim yoktu. Ama onun yani qabağa aparanlar, onu müdiriyyət edenlerin zihninde bile bir şey yok idi. Mən heç indi de bile bir zihniyette sahip değilim. Yani indi de inanmıram ki İran'da, çünkü Azerbaycanlı İran'ın zaten 1000 il İran'ı idare edip ne gereği var ki İran'dan kopsun, özünün müstakil, ne yani istiklal eləsin ki, müstakil eləsin ki, yani o partiye Can Yahya'yı pişəvəri dövründə Azərbaycanın sərhəddə hardan idi? Yani mesela Zəncandan bəzən deyirlər, hardan idi? O bir sərhəddi belliydi. Bəli. Bəli, indi de sərhəddi bəllidir. O vaxt da sərhəddi belliydi. O vaxt zaten Tehran hükümetinin milli hükümetinin müzakirələrində budur ki, o Zəncanı o məntəqədən ayırsın. Zəncan deyip geçmiyor. Zəncan biləxərə çox əhəmiyyətli bir yerdir. Tarixi bir yerdir. Əhəmiyyətli bir yerdir. Demək olar ki, hətta Azərbaycanın qəlbidir. Yani siz Təbrizə qəlbi bilirsiniz. Mən Zəncanı qəlbi bilirəm. Çünkü Zəncana müsəllət olan o məntəqənin hətta mərkəzi yerlərdə bile müsəllət ola bilər. Zəncandan başlayırdı ve zaten birinci zat bu idi ki, Ostan-ı Xəmsə olmalıdır. Ostan-ı Xəmsə də Tehrana devredilməlidir. Tehrana verilməlidir. Yani müzakirədə belə bir söhbət olunur. Ama karşısında Kürdistan məntəqəsindən bir neçə dana yerdə Azərbaycan bölgelerine katılırdı. Belə bir söhbətlər bu nəticəni alam ki, orada əgər siz gene bu şeyləri işarələriniz, torpaqları, bunu göstərir ki, bu dövlət istiqlala tərəf gedirdi əslən. Yəni mərzi var, qoşunu var, fədailəri var, dövlət qrupdur, Atlantik Şimaliyə namə yazıb ki, bizi rəsmiyyətə tanıyın, de facto olarak dövlətdir. O Atlantik Şimali değil, Şurayı Atlantik'e satıyor. Atlantik Şimali NATO'dan. O Şurayı Atlantik'e namı yazdı. Çok dedim sifaretteleri de namı yazdı. Sifareti Fransa'ya gönderdi, sifareti Amerika'ya gönderdi, o tarafa bu tarafa. Dedi bizim hak hukukumuz var ve bu hak hukukumuz da kanun esasında tanınıp biz işte o hak hukuku imal ediyoruz. Bizim kanun esasımız müteessifane takçede kalır. Toz torpaq tutup Ağay Rızı Şahan əliyle. Beraberin biz o hakkımızı sürük neyle icraya koyaq. O kanun esası məşrutədə də dedim Əncümənə eyalət vilayətiyə
Bax, o Əncümənhay eyaləti və vilayətidə yığılan, toplanan vergilər belə müşəxxəsdir. Can Niru Bey, bir dənə də intizamı soru soruşum, bunu bəli. qutaraq. Qısa Yox, sorry. qurtarılacaq deyil. Bir Bunu dənə xidmətdə deyim. Çünki bu çox həssas bir şeydir. Qoy bunu mən bir buyurun, bir buyurun. iki dəqiqədə izah edeyim. Bax, cənab hidayət. Bəli, de facto dedim dövlətidir. Vəli heç vaxt milli pul basmadı. Hətta o bir il içərisində də Tehran bloke elədi Azərbaycan iqtisadını, kupon çıxartdılar. Milli pul basmadı. Mərkəzi banka qurmadı. Və Vəzarət Umuru Xarici təşkil vermədi. Bunların hamısı bunu nişan verir ki, o dövlətin hədəfi istiqlala yönəlik değildi. Eğer istiklala yönelik olsaydı, ben bir şey de diyeyim geçim. Belki olabilir ki, Şurev'de, belki olabilir ki, Cumhuriyet Azerbaycan'da da bu özlem vardı, bu istek vardı ki, siz fərz ediyor, ben bilmirəm de, emin değilim. Ama belə bir şey zihninden geçebilir. Ki siz elam istiklal edin, Sazman-ı Milli Müttəhidin 51. maddəsindən istifadə ediyor, bizden kömək istiyor. Biz bu köməkləri sizin ixtiyarınızda qoya bilirik. O çərçivədə, Sazman Millətin 51. maddəsi çərçivəsində. Çünki bir dövlətin ayrı bir dost dövlətdən haqqı var kömək istəsin. İttifaqın bir bərnamədə dedim. Necə ki Suriye İrandan kömək istəyir. Suriye necə Rusiyadan kömək istəyib. Bir çox məmləkət kömək istəyər ki öz mesela hükümetini təhdid altındaysa qutarsın. Ama belə bir şey olmadı. De facto dövlət olduğu için olduğu halde Onda bu sualı soruşum qutaraq. Ay Gökür, mən burada bir çıxışım oldu qısa, bir 15-20 dəqiqəlik və orada dedim ki, işəvəri pan-İranist idi. Və sizin burada dediyinizdən də bu nəticəni siz təşkilat olaraq bu nəticəni alabilirsiniz ki, pişəvəri pan-İranist idi. Hayır, ben pişəvəri heç bir pişəvəri əvvələn ki fərhəngi adamıdır. Jurnalist idi. Gazeteciydi, yazardı, romanı var. Romanlar yazıb. Qələm əhliydi, fikir əhliydi. Bəlkə də heç vaxt da heç zihnindən yox, internasyonalist idi. Yəni gedib hökuməti Gilanda Çengel'de hükümet Cumhuriyet Gilanda vəzir xarici olub. Vəzir komiseriyayı orada vaxtçı vəzir olub. Yox, çox da inanmış adamıdır. Bir yerde sosyalizme inanmış bir insanıdır. Çok da inanırdı. Ama İran'da belə hətta, yani Azərbaycan güneydə hətta sosyalizmdən söz eləmir. Söz gətirmir qabağa. Hətta nə bilim ədalət ictimaiyyədən söz edir. Deyir kariyerlərin haqqı bilirsiniz. İlk qanuni kar milli hükümet dövründə çıxır. Bu bəllidir ki, zəhmətkeşlərin tərəfdarıdır. Tamam, Zəhmətkeşlərin. Orası doğru. Orası doğru. Amerikanist deyə bilərsiniz ki, bəlkə belə deyə bilərsiniz ki, bu necə gedir Tehranda bir dənə ruznamə çıxardır, adını qoyur Ajit. Ama ondan qabaq da Türkçe ruznamələr yazır. Çox güclü, qüvvətli Türkçe qələmi var idi bu insanın. Ay Gökür, ittifaqa mənim elə sorum bu haqda bir təhqiq başlamışam, hələ feilən nəticə verməyibdir. Amma mühacirlər dediyimiz və o tayda bu tayda, məsələn Molla Nəsrəddini çıxadanlar, ad vermirəm, siz də ad verməyin lütfən, ya Azərbaycanı çıxadanlar, bunlar pan-İranist görülür. Yəni görünür, məsələn Ruznamədə yazır ki, Azərbaycan söz elayətə cəzai İran. Əgər belə bir şey yazılsa, bu pan-İranistlikdir. Yəni bu pan-İranistlikdir. Fərq edəməz, o siyasi olsun, mən gazeteci olaraq, əlbəttə gazetecilik eləmirəm, amma gazeteci olaraq pan-İranist ola bilərəm. Necə ki görürsünüz, İranda olurdu pan-İranist gazetecilərlə. Bunun heç mübahis şeyi yoxdur. Ədəbi bir adam olsun, şair olsun, pan-İranist olmağın şeyi, o ideolojidir. Bir ideolojidir. Hər kəs daşıya bilir. Əcəba, pişəvəri pan-İranist miydi? Xeyr, pişəvəri pan-İranist deyildi heç. Pişəvəri internasyonal bir insandı, internasyonalist idi. Hatta bütün insanların hatta barışa inanırdı, sosyalizme inanırdı.
Ama dediğim kimi Azərbaycanda belə bir sosializmdən Tamam. fərqədə söz qabağa aparılır. Amma xeyr. Heç bir pandanist değildi. Zaten pandanist olsaydı gəlib Azərbaycanda nə bilim elə bir təşkilat qurmazdı. Axı o da biraz olur da Fərqədə dünənlərdə işarə buyurdunuz. Məclisə gedir, məclisdə səlahiyyəti rədd olur. Yəni əgər məclisdə qalsaydı bəlkə ciddi qəhrar bir panİranist olardı, bəlkə bir ciddi qəhrar rantıçı ola bilərdi, rant yiyə bilərdi. Amma məclisdən salırlar ki, gəlir Azərbaycana firqəni qurur. İttifaqın onu çox adam iddiası budur ki, bu meclisten işi ötürüldüğü için belə bir zihniyyətə sahip oldu. Xeyr, mecliste olsaydı hiç de pandanist değildi. Mecliste olsaydı hiç de pandanist olmayacaktı. Zaten mecliste bir kere meclisin o vaxt siz yapısına bakın. %80 feodalların nümayəndəsi var. %20 de şəhərnişin zatları, nümayəndələr var. Hizb-ut-Tahrir'in 7 dənə nümayəndəsi mecliste var. Bu 7'si de şəhərnişindiler. Bu 7'sinin de bir kısmı şahzadədirlər. Bir kısmını Avrupa'da təhsil ediblər. Hətta ayıq peşəvərliyin də çox da yaxşı rəftar eləmirlər bunlar. Bunlar belə hani Hizb-ut-Tahrir'in nümayəndələri. Ona göre ben bu milli adamıdır. Zaten milli adamı təhammül eləməzdi elə bir meclis. Milli adam dediğimde Azerbaycan milliyetçisiydi aslında. Azerbaycan milliyetçisi olduğunu biz inanmalıyıq. Farsça yazırdı. Çok da bile nişte. Bir de ben size bir misal vereyim. Bəlkə zad olar, müşəxəs olar. Nahiyə Tehran vardı, 10-cu nahiyədə. Polis gedir, pasiban deyək, evlərin qapısını vurur ve bunların kim olduklarını, Azerbaycanlı olanların hamısını bir siyahiye alır, bir listeye alır. Ve neyse bu listeye alından sonra mesela Ay Pişəvəri tərəfindən öğrenilir ki, belə bir listeye alınır. Ay Pişəvəri müstəqim gedir reisi o Paskal'ın bir sərhəngin yanına ve deyir siz necə olur ki Azerbaycanlıları listeye alırsınız? Bellidir o haşiyi Tehran'da %80 da Azerbaycanlılardır. Bilirsən reis polis ne deyir? Yok. Reis polis deyir ki, reis Paskal deyir ki valla bir müddətdə burada oğurluqlar çoxalıb biz ona göre deyir təəccüb edir. Deyir məgər oğurlar Azerbaycanlı olabilir. Ayrı yerden uğru olmaz. Bəs müdafiə edip orada da difa edir Azerbaycanlılardan. Türklerden difa edir. Hatta ben bir kadem qabağa gedim. Fərvərdin ayında 25'te ki bunlar 1325'te qabam Tehran'a davet edir. Gəlin oturaq müzakirə edək. Cənab Hidayət, zəhmətkeşlər Azərbaycanlı zəhmətkeşlər o göçün günündə o doçərxə ilə yollara düşürlər. Şualları budur. Türkçədə deyirlər. Diqqətli olun. Bunlar sizi aldada bilərlər. Yani bu belə insanlar İran pandanist mi çıkar? Tamam. Yani Azerbaycanlılar poştipanlığı edirlər bunlar. Bu insan Tamam. Azerbaycanlıdır değil ama İran'ın bütünlüğüne inanır. Azerbaycan cüzü layen İran bəli bir zamanlar olduğu yazıb ve inanır hatta. İnanır ki İran hələ bölünməməlidir. Ve zaten dediğim kimi Sazman Muttədim mənşurunda da o xoş qarşılanmır. Şimdi də xoş qarşılanmır. Ki bir məmləkət parçalansın. Bəli. Təşəkkürlər. Geçirik bir başqa bəhsə, yasalanma adını qoymuşuq. Görək ki, sizin təşkilat hangi qanuna dayanaraq yaranıbdır? Valla aslında bizim bilirsiniz 1320'de Rıza Şah'ın düşmesiyle ister istemez eski kanun cari oldu. Eski kanun esasında da ahzab-ı siyasi azadane faaliyet edebilirdiler. O çerçevede kuruldu. O indi de siz dediğiniz gibi 150 tane İran'da partiye vardı. Bunlar da kanun esası fiili indiki kanun esası çerçevesinde kurulur. O vaxtda sizin hər cümləz mənə bir sual gətirir. Bəli. İndi bir sual soruşum. Pişəvəri bizə çox maraqlıdır. Ona görə sual gəlir.
Əcəb, nə əcəb məsələn bu adam 10 ildə zindanda qalmışdı. 10 ildə düz deyil. Bəli, bəli. Rıza Şah bunu tutur 10 il Xorasanda salır zindana. Yok, Tehran'daydı, 10 ildən Khorasan'daydı, her yerdeydi. bəli, Afrika'da karşımda təbliğ dedi. oradan qurtarır. Rıza Şah gedir. Bu adamda niyə milli düşüncə yoxdur, türkçülük düşüncəsi yoxdur ki, niyə Qacarı qaytaraq yerinə? Yəni Qacar qanun əsasında Qacarı qaytaraq yerinə. Niyə belə bir düşüncə çıxmır ortaya? Yəni Hidayət, yaxşıdır ki, insan zamanı dərk edir. Biz zamanı, mesela indini dərk eləməliyik. Biz indiki gözdən o vağı biz istəsək ərziyyatlı eləyək, o vağı dəyərləndirək. Biraz bazı şeylərdə məsələyə gedilir. Nə gərək vardı? Biz yəni geçmişə mi bağlıyıq? İndi biz fərz edək ki, onu yox. Muhammed İnsan'ın Milli oğlu düşüncədən danışırıq. Milli düşüncədə bir türkçülük milli düşüncə deyib geçmişte bağlı, irtica ilə bağlı biz bağlı qalmaq istəmirik. Zamanla hərəkət edirik, tarix içində hərəkət edirik. Qabağa getməliyik. İndi mən niyə məsələn mən niyə şahlığına müxalifik? Dəlili budur ki, qədər şahlığa dönmək, yəni irticaya dönüşdü. Geçmişe dönüştü. Geçmişe dönen yəni insan o cür qabağı düşünürdü ki, görənməz. şahlığa dönüşmək, yəni o cür düşünürdü ki, Doğru şahlıq değil, irticadı bence yox da. Belli de sen bir sürü kan verilip dedim Səttarxan Barxan durup Səttarxan Təbrizdən gedib Tehrana məşrutəni qorusun. 6 ay Təbrizin hər tərəfindən bağlanıb neçə məhəllə aclıqdan yəni qırılır insanlar. Və bu insanlar gediblər məşrutəni nicat veriblər. Məhəmməd Əli Şahın əlində. Və indi duvara biz dönək deyək, Məhəmməd Əli Şahın nəticəsi mi gəlsin? Nə gərəyi var? Milli düşünmək belə deyildi. Milli düşünmək ilərini görmək. Əhməd Şah ki, Məhəmməd Rizadan yaxçı olardı. Əlbəttə o zaman Yox, heç mən deyildi ehtimalən, yox, amma mən heç belə görmürəm. Yəni heç əsən Rıza Şahın başda dediklərini əncam vermədi. Rıza Şah dediklərini əncam versəydi, bəllidir ki, Qacar dönəmindən daha yaxşı gedərdi. Amma bilmirdik ki, Rıza Şah sağı görsədər, solu vurar. Solu görsədər, sağı vurar. Yəni bəlli deyildi Rıza Şahın hakimiyyəti hara gedir. tamam. Bəlli Rıza Şahı hamı himayət elədi. Azərbaycan da himayət elədi, Roşapəklər də himayət elədi əvvəldə. Ayrı Gedək sorularımıza. bir dəfə gedək, uzaq niyə yerə gedək? Uzaq niyə yerə gedək? 1357-də siz bəlkə çox cavanydınız. Mən Xümeynini himayət eləmədiniz. İranda neçə, bütün İranlılar Xümeynidən himayət elədilər. Bilirdilər ki, Xümeynidən nə cəllat çıxacaq, nə qədər insan öldürəcək. Yəni çox gözəl bəhs. Baxın, biz milli düşüncəmiz yox idi. Yəni Xümeyni gələndə Azərbaycanda milli düşüncə yox idi. Azərbaycançılıq yox idi. Millətçilik yox idi. Yəni qəhtiyur rical var idi əslində desək. Yəni 5 dənə adam yox idi ki, bir dənə parti, məsələn Şəriət Mədarinin tərəfdarları yığışdılar bir parti düzəltdilər. 5 dənə Azərbaycanlı olsaydı, heyəti müəssisi məsələn bir dənə milli hizb düzəltsəydi, o gedərdi qabağa. Amma yox idi. Baxın istəyirəm deyəm, yəni Rıza Şah dövründə də yoxdur. Yəni bəllidir. Yəni içindən çıxan şeydir də pişəvəri və pişəvəri ilə seçilən Tehrana gedən rəddi səlahiyyət olan ki, hərçisi rəddi səlahiyyət olubdur. Bunlar şeydilər də, yəni bunlar da görürük ki, İransıdırlar əslində və İranın qalmağına çalışırlar. Amma milli düşüncə yoxdur. İstəyirəm bunu ərz edirəm. Milli düşüncə yoxdur. İstəmirəm qeydaq o dövrə. Amma istəyirəm deyəm, əgər məşrutədən sonra, yəni Rıza Şahdan sonra, əgər qanun əsasını dəyişdiriblər, məşrutə qanun əsasını, Rıza Şahı gətiriblər iş üstə, Qacarı götürüblər, türkləri qudrətdən götürüblər, türkləri həsb edirlər, cənabı çox gözəl. Misal vurdunuz, Tehranda gedir bir əslində türkləri oğru görürlər, türkləri xain görürlər. Elə indiyəcən bu günəcən, yəni bu günəcən 50 ildir Mərcbər ziddi vilayət fəqih fəqət Azərbaycanda ondan sonra bir yer vardı. Siz deyəsiniz ki, bu günəcən rəsmi olaraq vilayət fəqih ilə müxalifət edən bir yer var mıdır? Bax, Cənab Hidayət, Hizb tərəfdar ağay Şəriət Mədari, Hizb Xalq Müsəlmanın heyət müəssisi və dəftər mərkəzisi Təbrizdə dərdi, Tehrandaydı.
Bəli. Tehranda fəaliyyət edirdi. Yəni Ağay Şəriət Mədarı da milliyyətçi bir adam deyil. Deyil. Ağay Mən Şəriət də onu Mədarı deyirəm. müsəlman Onu bir deyirəm. insandı. O müsəlman bir insandı. O əslən müsəlman bir İrancı insan. desəm pan-İranistdir. İrancıdır, Pan-İranistdir. bəli, pan-İranistdir. Hətta Şahın o Azərbaycan hadisəsindən sonra Təbrizə gəlişində Ağay Şəriət Mədarı ondan istiqbal edir. Hətta o Huzeyr Təbrizə aparır, danışır filan Bəhman və mənzur deyirəm Ağay Şəriət Mədarı milliyyətçi Azərbaycan millətinin tərəfdarı da bütün Azərbaycanlı idi. Xop çox moridi. Yəni ondan mesela onu bu unvanı hani merceği təqlid Azərbaycanlılar və Şimalilər qəbul edirdilər çoxu. Ona görə yəni biz yəni qalxıb da ondan milliyetçi Sizin qeyri. yani onu demekten bunu menzubumdu ki Aydışdır. Bizim ayrılan insanlarımız, savadlı, şuurlu, siyasi şuurlu düşünürlerimiz pan-İranist idilər. Belə məşrutədən bu günə qədər, bu gün Bəli. əlbəttə biraz çox değişibdi, amma pan-İranist idilər. Niyə ki, məsələn, Rıza Şah gedibdi, mərkəzi qüdrət yoxdur, 4 il, məsələn, pişəbəri gözlür, ya pişəbəri, Azərbaycanlılar hamısı 4 il gözlürlər, savaş qurtulur, 1 ildə geçir ki, istir qurtular Rusiyaya gedə, taza fikir düşürdülər ki, biz bir dövlət quraq, o da məclisə getməsələr, rədd səlahiyyət olmasalar bu fikir düşməyəcəklər. Ayda belə deyil əslində mən sizə deyim yəni birinci gün ki Rıza Şah getdi o 3 şəhəri verdi zaten müdaxilə müttəfiqin ondan bir neçə gün sonra da Ağay Fıruğunun istefanaməsini oxudu Ağay Fıruğu. Ağay Fıruğu Mehmet Ali Fıruğunun çox belə cəlibdir. Həm Rıza Şahın iş başına gəlmək zaten yazıb oxumuşdu. Həm də istifasını yazdı oxudu. Muhammed Ali Fıruğu. Ramazanların başçıdır da. Biləxərə o adam biləxərə ondan sonra Nuxud Vəzir oldu. İran iqtisadı nə oldu? O Müşərrəf Nəfisi İran Azərbaycanın ən böyük zülmü Müşərrəf Nəfisi elədi. Çünki Azərbaycan biləxərə İranın səbəd qəzaisi idi da. Bütün tahıl, buğda filan hamısı Azərbaycandan çox tolid olurdu. Gəldi birdən-birə neynədi? 68 riyaldan gətirdi, 86 riyaldan bağışda gətirdi, elədi 140 riyal ərziş sterlingi. Nə oldu? Ben istəmirəm üstündə duram. Yəni bir söz yine zaman içərisində bu çərçivə buna baxılmalıdır. Bəli, haqq verirəm sizə. İranda lüğətnamə Dehxoda, Dehxoda özü türk idi. Lüğətnamə farsını Dehxoda yazıb. Ustad Muin Türkiye'de lüğətnamə yazıb, Farsı lüğətnamə yazıb. Bəli, İran ədəbiyyatında Türklərin payı çoxdur, çoxdur. Amma bunu zamanla ayarlamaq, zamanla düşünmək lazım. Yəni o zaman düşünmək lazım. Bəli, Hitlerin də tərəfdarı çoxdur Azərbaycanda. Məsələn, Bidari İran deyə bunların bir təşkilatları var idi. Eyni Hitler kimi sibil qoyurdular Təbrizdə. Gəzirdilər, ruznamələr də vardı, Fəryad adı altında. Yəni mənzur azadlıq olandan sonra hər kəs ortaya çıxar və hər kəs ortaya çıxdığı fikirlərini ortaya qoyar və orada millət ki qərar verər. Hansı fikir ona yaxındır? Aydın, mənim Can Yahya, mənim qeynatam, Allah rəhmət eləsin. Qeynatam ömrünün sonundan o Hitlerin bığını saxladı. Buradan bığ saxlardı. Onu ömrünün axırıncı saxladı. O ittifakın dedim de Bidariye İran diye bir təşkilatları var idi. Ama ona karşı antifaşist, zittifaşist bir təşkilat da vardı. Hər ikisi var idi. Hər ikisi var idi. Yəni mən hamısı ittifakın mən buna inanıram ki azad bir yerde demokrasinin izlediləşdiyi bir yerde bütün bu siyasi partiyalar azad olmalıdır. Fəaliyyət eləməlidir və millətin mənfəətlərini... Can İslam bunu deyəm, baxın, Almançı olmuşuq, İngilizçi olmuşuq, Rusçu olmuşuq, Fransızcı olmuşuq, Marksist olmuşuq, komünist olmuşuq, Leninist olmuşuq, Maoist olmuşuq, zəhmətkeşan qurmuşuq, filan qurmuşuq, bir dənə Azərbaycançı olmamışıq, bir dənə millətçi olmamışıq, bir dənə Türkçü olmamışıq. Kulağımızın dibində Urmiyədə, Azərbaycan Qərbidə, Türkiyədə, bugünkü Türkiyədə öləki qurulubdur. Türk ismi orada güclü
Əlbəttə Əbdülhəmid dövrəsindən 3 dənə ideoloji var. Biri İslamçılıq, biri Osmançılıq, biri də Türkçülük. Amma biz burada İranda bizlər niyə türkləşməmişik? Bu niyə milliləşməmişik bu məsələ? Çok güzel bir sualdı ve bu tarihi siz sökürsünüz. Ben fikirden bu özü 5 tane bername ister ki bunları bir tozih verilsin. Tamam. Səfəviyyənin dövrəsinə gəlsən, niyə biz Şiə olduq? Yəni Şah İsmail Səfəvi ki, özünü deyirdi, mən Darüşün nəvəsiyəm filan Bəhman, o xanavadəm oradan gəlir. Xob, biləxərə İrancıydı da, İran məsələsini mətrəh edirdi. Niyə zorla Şəmşirə dayalı Azərbaycanları Şiələri? Niyə Azərbaycan? Niyə? Çünki Azərbaycanı tarixdən çıxaq gələk bu günə. Ben bu deyirəm, yəni o tarixi bir problem, tarixi bir prosesdir. Doğrudur. O tarix prosesdən Pişəvəriyə çox həssas olduğum üçün o sizin də cənabınızın suallarınız mənə aparır o. Çünki vaqiyyət də budur ki, bu hizbin dədəsi Pişəvəridir da, belə demək olar. Cənab Hidayət, Pişəvəri bilirsiniz ki, ən məzlum siyasətçilərdən biridir İranda. Yəni 10 il zindan. Bütün uşaqlıqdan yəni o kətdə ki dünyaya gəldi. Seyidlər zirvəsində oradan dünyaya gəldi. Getdi Azərbaycanda. Həm işlədi, həm oxudu. Ondan sonra yaxşı qələmi vardı, çox mütaliə əhli idi. Gəldi Gilan hökumətinə qatıldı. Ondan sonra zindana düşdü. Ondan sonra bilirsiniz Hizb-i Komünist İran qurulanda onun üyəsidir, onun hətta heyət müəssisindədir. Bütün bu fəaliyyətləri görür. Ondan sonra 10 ildə zindanda qalandan sonra çıxır eşiyə. Çıxdıqdan da sonra yine durmur. Yine hani Ruznamə çıxardır, zat yazır, roman yazır, romanı var. Romanları qalıbdır. O qədər düşdüyü gündən də, yəni o hökumət milli yıxılandan da 50 il indi də hələ, bəlkə 50, 70 neçə ildir, onun əleyhində danışılır. Yəni milli hökumət quran bir insanın adı Təbrizin heç bir küçəsinə verilməyib. Sağ olsun Azərbaycan Cumhuriyyəti orada heç olmasa bir küçə Ağay Pişəvərinin adına qoyuldu. Gerçi Əbülfəz Elçi Bey zamanı istədilər onu da silsinlər. Sağ olsun Heydər Əliyev qoymadı. İndi o küçə qalır. Tamam. İndi falan qalır. Amma yəni mən də deyirəm ki, bu insanı tapdaladılar, bu insanı yox eləmək üçün, bu insanın fikrini, zehnini yox eləmək üçün bütün təbliğatı qabağa apardı. 21 Azər hər il İranda Ruzi ərtəş elan olundu. Və deyildi, gecə, gündüz radyodan, televizyondan nələr demədilər bu insanın haqqında. Təbiidir, belə insanın haqqında bu qədər deyiləndən sonra bu insan yaddan çıxar, yaddan çıxardılar. Əslində İranın tarixində heç kəs bu qədər diri deyil. Yəni heç kəs bunu, heç bir şəxsiyyət bu qədər bəhs olunmur üstündə, bu qədər diri canlı deyil. Yəni elə bir ki, bugünküdür. Yəni hər kəs durur. Ən son kitab ki mən gördüm, bizim Mərağəli bir dostumuz bir kitab yazıbdı onun haqqında rəsmən içəridə. Bəli. Əlbəttə biraz da tərəfli yazıb. Əlbəttə neysə. Amma yazıbdı. Yəni onu nəqd eləmir. Yox, İstəyirəm deyəm ki, yəni dost düşmən bu adamı diri tutublar. Yəni bu adam diridir ələn orada və bu da mən fikir edirəm ki, Azərbaycanlıların düşüncəsi bəhs olur əslində. Düşüncə bəhsi gəlir. Hər halda qeydaq suallarımıza, buradan suallarımızı davam edək. Çünki bu suallara cavab verəcəm mən. Sizin təşkilat hangi ölkənin qanunu əsasında qurulub? Buyurdunuz ki, İranın məşrutə qanunu əsası qurulub. Bəli. Yəni o qanunun əsasında davam edirsiniz, yoxsa dəyişmisiniz?
Bellidir. Evvelen neyi değişti yani? Niye, kuruluş tarihi için kuruluş zaten bellidir yani. Hangi tarihte kurulduğu beyannamesi bellidir. 12 Şehriver beyannamesiyle, müracaatnamesiyle BES'te kuruldu ve bu beyanname Ona de görə soruşan Türkiye. ayrıdır. Sonuncu sualım budur ki, sizin təşkilat hangi ölkənin qanunları əsasında indi çalışır? Deyirəm, görüm qanunu değişdirmişsiniz, qəbul eləmişsiniz. Yəni, məsələn, indi genə elə deyirsiniz, biz məşrutə qanun əsasında çalışırıq, yox İranın taza qanun əsasında çalışırıq, yoxsa Azərbaycanın qanun əsasında çalışırıq. Hangisini, yəni, onu istəyirəm soruşam. Cenab-ı Hidayet, ben dün hutbemde dedim ki hiçbir siyasi parti başka bir ülkenin kanunlarıyla işlemez. Tamam. Her siyasi parti öz ülkesinin kanunlarıyla işler. Ama ne yazık ki Cumhuri İslam'ın kanunları bu partiyanın İran'da faaliyet elemesine müsaade etmir, elemir. Bu maalesef olmuyor ama biz yine de öz varlığımızı qabağa aparmağa çalışıyoruz. Yəni, siz Arzumuz Cumhur İslaminin qanun əsasıyla işləyirsiniz, yoxsa Hayır, məşrutənin qanun hayır, əsası? kanun esasının işleseydik şey bize icazə vereydi ki biz faaliyet göstereydik. O zaten bizi resmiyeten tanımır ki. Amma siz Tanımadı. siz özünüzü hangi qanun əsası ilə, ya hangi qanunla Hiçbir çalışırsınız? kanun esasıyla bir kanun esası meselemiz yoktur. Biz diyoruz milletimizin hakkı var özün tayini sernemiştilersin. Ama İran kanun esası, İran'ın hiçbir kanunu buna müsaade edemir. Ona göre bizim partiye bir kanun esası çerçevesinde işlemir. Zaten icazı verir kanun esası resmiyetle tanımır. Bu partiyanı. Bu partiyanı var ki bir kanun esası Yəni, resmiyetle siz bir tanımır. qeyri-qanuni təşkilat özünüzü bilirsiniz. Hayır, biz özüm nəzərimizdə qeyri-qanuni deyirik. Amma İran İslam Cumhuriyyəti nəzdində qeyri-qanuni Tamam. sayılır. Siz özünüz ki, özünüzü qanuni bilirsiniz, hangi qanuna dayanaraq Hangi deyirsiniz qanuni yox? Cənab Hidayət, yəni siz belə piçid edəmin məsələni. Çox da hansı qanuna tabi olacaq? Bizim hədəfimiz Güney Azərbaycanda fəaliyyət göstərmək. Bizim hədəfimiz lokal bir parti olarak İran çerçevesinde ve İran Azerbaycan'da faaliyet eləmək. Vaxtı ki bu olmuyor, onlar bizi resmiyetle tanımır. Çok tabiidir ki bizim varlığımız var ama hiçbir kanuna tabi değiliz. Hangi kanuna tabi olacaq? Tamam. Mən sizin bu cevabı alayım, yəni cevap istəyirəm. Sizin təşkilat siyasətləri, sizin təşkilatın siyasətləri hangi ölkə və hangi qanunların əsasında değişə bilərmi? Bütün dünya ülkeleri, demokratik ülkelerle çok yakınlık hissediyoruz. Atifi bir ilgimiz olabilir. Yani duygusal olarak o memleketlere yakınız ama hiçbir memlekete bağlı değiliz. Bizim memleketimiz, torpağımız, yerimiz Güney Azerbaycan. Ve İran atlanan ülkenin Azerbaycan məntiqəsidir. Ve o çerçevede çalışmak istiyoruz. Ama bu anlama değil ki İran'da birçok İran'da səpələnmiş Azerbaycanlı Türk var. Biz arzumuz budur olan hamısını temsil ediyoruz. Onların hamısının nümayəndəsi olaq. Onların hamısına xidmət götürəbilək. Arzumuz budur. Ona göre biz bir kanuna tabi değiliz. İndi əsasnaməci istəyəsiz dəyişdirəsiz, ya siyasətləri dəyişdirəsiz, hangi məmləkətin qanunlarına dayanaraq dəyişdirərsiniz? Bizim geçenki programda da erzilerden futbolcular. Bizim arzumuz budur. Demokratik bir düzen yaransın. Demokratik bir sistem yaransın. Demokratik sistemde tecrübeler var. Bazı memleketlerde yaxşı işləyir. Bazı memleketlerde bizim mesela öz yakın memleketlerimizde demokratik sistem yaxşı işləmir. İkide bir kudeta olur, ikide bir hizb, illerce rehber bir tane hizb, illerce o memleketin idaresini elinde tutur. Bu bizim için doğru değil. Bizim hedefimiz budur ki, geçen bernamede dedim. Mesela benim için, eğer benim elimde olsa, benim idealım İskandinav ülkeleridir.
bir Yəni rəhbərin siz əsasnaməzi, istəyəsiz əsasnaməzi, ya siyasətlərinizi, ya məramnaməzi dəyişdirəsiz, İskandinavi ölkələrinin qanunları örnek əsasında almak. dəyişdir. Bu bellidir. Bu burada örnek alın. Bunların zaten kanun esasında tabiidir ki bazı farklılıklar da var. Yani olabilir. Lokal farklılıklar var. Bu mesela üniter bir devletti. Mesela Fransa üniter bir devlet ama demokratik devlet. Mümkün biz federal bir devlet olarak olaq mesela Avustralya kimi, olaq Kanada kimi, olaq Amerika kimi. Yani Tamam. biz federal bir devletten yana yok ki edebilək camiamızı Təşəkkür roş verək. edirəm. Can Döşkü, Burada bir şeye de bir şey, buyurun, xidmətinizə bir şey diyeyim ki, buyurun. biz öz-özümüzdən sual edərik. Siz də mən fikirəm, bunlar ruzdamına qar, öz-özünüzdən hərdən sual edirsiniz. Nə amillər bais oldu ki, biz dalı qaldıq? Hem ekonomik dalı kaldık, hem siyasi dalı kaldık, hem içtimai açıdan dalı kaldık. Bunların hamısının misalları var. Ha, fikirlərim belə deyirəm. Bir zamanlar İranın milli gəliri Kore Cünubu'dan 36 derse çok idi. Türkiye'den de təqribən %50 çok idi. Ama indi Türkiye'nin milli gəliri İran'ın 3 beraberinin çoktu ve Kore Cünubu'nun da milli gəliri 6 beraberinde çoktu. Yani biz ne sebep oldu iktisadi cihetten dalı kaldık. Siyaset cihetten de eybidir ki indi insan diye ben öz özümü idare edeyen birəm. Mənə gerek bir belli farklı olan benim hakkımda teslim tutar. Ki ben nece yaşayayım, neyiniyim. Hanımlar da gözünüz kabında şülükü değiller. Niye? Çünkü o rejimin kurallarına uymurlar, kabul edəmirlər. Mesela başörtüsü istəmir örtsün. Cavan kızımız o Məhsa Əmininin cavan kızı 22 yaşında. Cilvəgər bir kız. O belli değil 22 yaşında uşaq. Cilvə göstərir. Cilvəgər olar. Onu mesela vurup öldürməklə ne elde edeceksin? Ne olacak? Yüzlerce Tamam. kızı burada körülediler. Oğlanı körülediler. Tamam, Bu təşəkkür demek edirəm. Bəli. Can Yahya, geçirik bir Bəli. başqa bəhsə məramnamə, düşüncə və fəlsəfə. Sizin təşkilatın yazılı, əlbəttə buyurmusunuz, bunları xülasə desəz gedərik. Sizin təşkilatın yazılı məramnaməsi varmı? Bəli. Bəli, saytına Yol, girip məramnaməsi okunabilir. yol xəritəniz varmı? Yol haritamız da var. Her şeyle sen siyaseti var. Yol haritası var. Hamısı dedim yani diğer sayta girilip saytta okunabilir. Mesela Tartışılabilir. o İranı federal dediğiniz yerə yetişmək üçün bir mərhələ nə etməlidir, nə cür getməlidir, bu tür bir şey var ise. Hatta neden vardı? Biz bunu örnek olarak nişan vermişik. Hatta biz bunu əməl eləmişik milli hükümetine. Ona göre milli hükümet zaten bunun bir örneğiydi. Böyle çok roşan, bazı böyle belirgin bir örneğiydi. Düşüncə olaraq hangi düşüncəni, ya fəlsəfəni, ya ideoloji deyək adı mənimsəmisiniz? Vallahi bizim esas felsefemiz tabii ki insanın xoşbəxtliyidir. Ama insanın xoşbəxtliyində hem ekonomik, hem siyasi, hem ictimai cəhətdən azad, özgür, hür özünü, hür iradesini ortaya koymalıdır. Bu bizim felsefemiz. Bizim felsefemiz insanın azadlığıdır. Çünkü buna inanırıq ki insan azad dünyaya gelir. İnsan dünyaya gelende azaddır, hürdür. Hiçbir bağlantısı yoktu, hiçbir şey. Fakat anasına bağlıdır veya babasına bağlıdır. Çok anasına bağlıdır ki anasından süt emer, yaşayar ve büyüyer. Ve özgürce dünyaya gelir. Ona göre özgürce yaşamalıdır. Tamam. Müstakil yaşamalıdır ve böylece. Bu bizim felsefemiz budur. Jean-Jacques Rousseau'nun dediği felsefedir. Ve biz Jean-Jacques Rousseau ne deyir? insan özgür dünya. Bu Aristo'nun da gelir. Aristo da aynı şeyi deyir. Yani mənzur qədim Yunan fəlsəfələrindən zaten əsinlənib o da. Bir insan özgür dünyaya gələr, özgür yaşamalıdır. İnsanı kısıtlamak olmaz. İnsanı məhdudiyyət insana vermək olmaz. Hani deyilə bilər ki, qanunlarla insanın haqqı, huququ məhdud ola bilər. Ola bilər, bir mərhələdə ola bilər.
Bəzi şeylər də ola bilər, amma insanı qanunla məhdud eləmək mümkün deyil. Bax 1215-də İngilistanda Magna Carta çıxmış. 800 xorda il bundan qabaq. Magna Carta yəni mənşur-i buzurg. O mənşur-i buzurgdə padişahzada hökmrana dəstur verilir ki, sən öz başına bir iş görənməsən. Sənin hökumətin məşrutdur. Bu çərçivədə sən iş görə biləsən. 800 xorda il bundan qabaq. Bu Avropa belə bir şeyin miraslarıdır. Əgər bu Avropada demokrasi gəlişib, əgər inqilab Fransa olub, hətta nə bilim inqilab Amerika olub, siz Amerikanın yaxınında yaşayırsınız. Orada insan haqları mətrəh olub, insanın hüququ mətrəh olub. Sonra bu Fransa inqilabından pekişib, yəni dərinləşib. Bu bəhsə yaxın bir bəhsi mən bir başqa hizb məsuliyi ilə apardım, amma yaxçıda sonuç görmədim. Amma baxın, məsələn, Osmanlılar gediblər Viyəni, oranı, buranı işğal eləyəndə ya azad eləyəndə biz deyək da öz düşüncəmizlə baxırıq. Niyə deyək işğal ki? Oranı azad eləyəndə rəsmi yazılı və ya şəfahi deyibdir ki, din azaddır, dil azaddır, işiz azaddır, kilisəz azaddır, hər şeyiz azaddır. Fəqət maliyyət verəcəksiniz və idarə eləyəcəksiniz sistemi. Yəni, nədən məsələn biz özümüzün, yəni türklərin şərqində olduqları və yaratdıqları sistemi ki, məsələn, mən baxıram, siz Magna Cartaya işarə elədiniz. Amma mən işarə edirəm, məsələn, Mələkənin 2024-də Kanadanın %89-u Mələkənindir. Yəni, malikiyyət mütləqi var bizə. Bizi adamlara belə. Hətta biz burada and içəndə deyirik ki, məclisdə and içəndə, biz hələ bunu and içməmişik. Məclisə gedəndə and içir ki, biz Her Majesty Servants, biz onun xidmətkarları, nökərləri deyə özünə ad qoyur. Yəni, Azərbaycanda biz türklərin tarixində belə bir şey siz görmüşsünüz mü? Döşdür. Türklərin tarixi çox qədimi bir tarixdir. Türklərin tarixi, yəni 2000 ildə neçə min il Türklərin tarixi var. Təbii Türklər bütün dünyanın böyük bir hakimiyyətlər qurublar, imparatorluqlar qurublar, yıxılıblar, diriliblər, dirənişə geçiblər. Amma siz bir şey işarə elədiniz. Niyə Viyanaya gəliblər də Viyananın qapısına? Bəli, çünki onlar buna inanırdılar ki, biz Müslüman toplumunun, Müslüman cəmiyyətinin simgəsi yox, sembolü yox. La ikraha getdik. İstəyirəm bunu deyəm. Yəni, məsələn, biz azadlıqdan danışanda, insanın haqqından danışanda gedirik, Avropadan danışırıq. Amma özümüzün təcrübəmiz ki var, məsələn, 2000 il bundan qabaqdan ta bu günə qədər onu danışmırıq. Məsələn, mən İslamın, bilirsiniz, mən biraz İslamcıyam. Bu son zamanlarda yenə də qeyd etmişəm İslamçılığa tərəf biraz. Məsələn, mən görürəm ki, İspaniyada o nə idi? Müsəlmanlar işğal eləmişlər, sonra İspaniyalılar gəldilər, işğal eləmişlər. Müsəlmanlar azad eləmişlər. Andolsun, mən 2 ay, 3 ay bundan qabaq, 4 ay bundan qabaq bir ərəbi mən oxurdum. Ərəbi dilinə çox əlaqəm var. Bunu öyrətmək istəyirəm. Çox ciddi mən fikirəm ki, bizim düşüncəmizdə tarixi düşünməkdə təsir qoyar. Bir müsahibəyə qulaq asırdım. 4 saatlıq müsahibə idi bir dənə Andaloslu xanımına. Ki, profesordur Andaloslu özü. Yəni, İspaniyada. Onun dediklarına baxanda görürdüm ki, Engizisyon dadgahı var. Deyirlər ki, bu hamını sual altına çəkirdi. Bunu İspaniyalılar yaradıblar ki, Müsəlmanlar əcəba dinlərin değişdiriblərmi kontrol eləyələr. Onun üçün yaranıbdır. Və qapıları, bu çox önəmli. Deyir ki, 1986-ya qədər, əgər səhv eləmirsəm, o qanun yerindədir ki, müsəlmanlar gecə yatanda, onları ki, 20 nəsl, 30 nəsl bundan qabaq, Andalos işğal olana qədər də, İspaniyalılar oranı işğal eləyə qədər, o gündən bu günə qədər onlar
gərək qapıların, yataq otaqların da gecə yatanda qapısını açıq qoyarlar, həyət otağındakı. Engizisyon məmurları geçib onların evlərinə görür neçə nəsl olur? 30-40 nəsl olur. 30-40 nəslin geçibdir. Hala deyir ki, bunlar mümkündür müsəlmançılıq eləyər evlərində. Ayrı bir düşüncə daşıyırlar. Biz girək bunları tutaq. Biz belə bir onlar o cürsə biz də orada müsəlmanları məsələn getmişik, müsəlman azad eləmişik Məsihləri, Yahudiləri. Orada azadlıqların rəsmiyyətə tanımışıq, dinlərin rəsmiyyətə, dillərin, hər şeylərin rəsmiyyətə tanımışıq. Amma öz tariximizdə bunlara istinad eləmirik. Brainwash, bunu desin, mən də o dostumuza dedim, çox ayrıhan oldu, savaşdı falan, sən mənə deyə bilməzsən, brainwash olmuşuq falan. Cənabıza cəsarət olmasın. Amma biz o qədər brainwash olmuşuq ki, Eurosentral düşünürük. Yəni Avropa mərkəzli düşünürük. Məsihiyyət mərkəzli düşünürük ki, dünyanı onlar elə hər nə ediblər, onlar yaxşı ediblər, biz eləmişik, düşünürük. O halda ki, bizim dədələrimiz hökumət qruplar, çoxlu yerləri gediblər, alıblar, azad ediblər insanları o zorundan, o ədalətsizliklərdən, o Avropa, qurun usta Avropadan biz çıxartmışıq onları. Bizim dədələrimiz, mən Türkün dədəsi, cənabız Türkün dədəsi gediblər, savaşıblar, onları azad ediblər, onlara elm aparıblar, onlara iqtisad aparıblar, onlara ekonomi aparıblar, onlara filan aparıblar, azadlıq aparıblar, din azadlığı, hürriyyət, din azadlığı. Amma biz özümüz tarixə qeyd edəndə onlardan istifadə edirik, özümüzdən yox. Məncə bu bizim Eurocenter deyirlər, yəni Avropa mərkəzli baxış evləşdiriblər zehnimizə. Brainwash olub. Necə İranda pan-İranistuq, dünya baxarında da ora baxırıq. Greenwich'ə baxırıq, saatı tənzim edirik. Heç vaxt Təbrizə baxıb saatı tənzim eləmirik. İstanbula baxıb saatı tənzim eləmirik. Həmişə Greenwich'ə baxırıq. Ben bunu dediğim ki, o Greenwich'e baktığınızda 1215-ci ildə 800 il xurdi bundan qabaqdır. Bizim ülkələrimizdə irfan var, filan var, bəhman var, orada məntiq var, ağıl var, xirət var. Yəni hakimiyyəti nə edirlər? Kontrol altına alması üçün ondan qabaq şey çıxıbdır. Necə ki, bizim ondan qabaq burada fəlsəfə çox ciddi güclüdür o məqsədə. O Karnata dediğiniz zamanda burada Endoloslu 3 dənə filsuf var. Özümüzün Əbu Əli Sinamız vardı, özümüzün Farabimiz vardı, özümüzün Türklərdən danışıram ha. Ərəb dünyasından danışmıram. Amma Türk dünyasında çox güclü nə bəla gətiriblər. O bəla ki, onların başına gətiriblər, kitabları ilə vurublar razını, kör ediblər. Yəni, onların başına gətirilən bəla deminəm Avropada olmayıb. Avropada da bu şeyə veya cami nəmənəni içitməyiblər. Məsələn, nəmənədir o Suqrata. Şokeran dedilər İranda, Şokeran içirdiklər. Suqrat bilirsən, zadıdır bəsələ, Yunanı bastandıydı. O 2000 xurdi ilmindən qabaqdır. Hələ hər hal, əvvələn ki, mən bir şeyə etiraz edirəm sizə, etiraz mahiyyətində deyirəm. Buyurun. Nə biz yuxarı yox, nə əsli yox, nə uca yox, nə biz ağıl yox, nə nadanıq. Bütün bəşəriyyət bir-birindən ariyyət alır, fikir ariyyət alır. Hər şey ki müsbət olsa, yaxşı olsa yuxarı çıxar, hər şey ki mənfi olsa, dalı olsa dallı oturur, irtica beynindən gedər. Yəni təbiidir ki, insanlar bir-birindən etkilənər. Və bir də bir şey deyim ki, təməddün də akışkandır. Yəni nə bilim, bir zamanlar Çin təməddünü çox yuxarıydı. Hind təməddünü yuxarıydı. İran təməddünü yuxarıydı. Messi təməddünü yuxarıydı. Amma son zamanlarda Avropa təməddünü yuxarıya çıxıb və yenə də bəlkə də bu təməddün indi Asiyaya kayır. Bəlkə 200 ildən sonra bəlkə Asiya təməddünü Avropa təməddünündə keçəcək. Şübhəsiz ki, zaten İstanbul'un fəthiyle Muhammed Fatih'in fəthiyle İstanbul'un Avrupa'ya çok köməkli oldu. Avrupa'ya felsefe aktı ve zaten onun akışıydı ki Rönesans'ı Avrupa'da yaşattı. Rönesans'ı ortaya çıkarttı. Rönesans'ın bir parçası şüphesiz ki İranlılardı zaten. Yani Asya'dandı. Türkler tarafındandı. Türkler tarafındandı. Bunu ben hiç hamile bunu kabul ediyor.
Ama bu demek değil ki biz her şey bizde vardı, bunlarda yok idi. Yox, o Bunlar cür demiyoruz. işleyip O cür demiyoruz. Mənim də bunlar sözüm o deyil. Ay Can Yahya, mənim də sözüm budur ki, mənim də sözüm budur ki, biz o zaman ki azadlıqdan, hüquq bəşərdən danışırıq, partiyalar gedirlər, kuruşu dirildirlər. Orada kuruş hüquq bəşərdən danışmıyıbdı. Biz burada özümüzün tarixdə yüzlər yeri, yüzlər məmləkəti deyək ki, Asiya, Afrika və Avropanın bir çox yerində, Asiyanın da bir çox yerini biz ələ keçirmişik, azad eləmişik. Bunlarda hakimiyyət qurmuşuq, dövlət qurmuşuq və bir sistem yaratmışıq. O sistem əsasında azadlıq vermişik, hüquq vermişik, filan vermişik, hər şey vermişik. Amma siyasi bəhslərimizdə, fəlsəfi bəhslərimizdə, düşüncə bəhslərimizdə özümüzə əsla və əbəda istinad eləmirik. Buna görə ki, bir dana özümüzü, deyək ki, biz çox məsələn düşünürük falan, və gedib Avropanın için deyirik. Özümüz, mən sözüm buradadır ki, biz niyə Avropa mərkəzli baxırıq dünyaya, amma özümüzün burada Türk dünya mərkəzli baxmırıq. Yəni bunu istəyirəm soruşuram. Özümdən soruşuram, cənabınızdan soruşuram, düşünür insanlarımızdan bunu soruşuram ki, niyə biz, məsələn, bu hüququ bəşəri, məsələn, Osmanlı gedibdi, bir yeri azad edibdi, hər yeri. O azad elədiyi yerdə birinci gün deyibdi ki, sizin malınız əmanətdədir, canınız əmanətdədir, savaşanlar, savaşlar, ölənlər öldülər, qutardı. İndi buradan sonra qətliam yoxdur, öldürmə yoxdur, dininizi değişdirməyəcəyik, iqtisadınızı əlinizdən almayacaq, malınızı əlinizdən almayacaq, dininizi, dilinizi əlinizdən almayacaq. Amma İspaniyalılar gediblər Amerikanın latini dilini değişdiriblər, dinini değişdiriblər, tarixini değişdiriblər, hər şeyini değişdiriblər. Amma onlar geri qalmış insan qalıblar, yəni geri qalıblar onlar. Değişməsəydilər, bəlkə də öz kültürləri onları bir hərəkətə gətirə bilərdi. Amma tarixi keçişlərin çıxdıqları üçün, başqa kültürə keçdikləri üçün nə odular, nə budular. İki məsəldə elə indi məsələn 21-ci əsrəcən gəliblər, İspanyolu danışırlar, fikirlər İspaniyalı olublar. Amma bilirlər ki, dalıya qalıblar. Tək məhsulli, sizin təxəssüsüzdür bunlar. Tək məhsulli bir ölkələr olub. Ya moz satır, ya qəhvə satır, ya mis satır, ya bulan satır. Yəni bir şey, hətta ekonomik olaraq, fərhəngi, siyasi olaraq dalıya qalıblar, heç iqtisadi olaraq da dalıya qalıblar. İstəyirəm bunu deyəm. Biz məsələn bu işi biz görməmişik. Məsələn bizim, ay düşün, mən məsələn yenə o ərəbi bəhslərdə baxırdım. Ərəbi bəhslərinin birində deyir ki, Avropanın şeylərində, fəlsəfələrində o zaman ki gəlirlər Amerikaya gəlirlər, bəhs kilisada budur. 200 ildir bu bəhs olur ki, əcəba qərələr, Afrikadakı qərələr adamdılar və adam ruhu daşırlar və Amerikayı latindəki insanlar ki biraz qəhvə idilər, qərə deyilər, qəhvə idilər. Deyir ki, bunlar adamdılar və adam ruhu danışırlar. 200 ilin bəhsindən sonra deyirlər ki, qəhvəyilər adamdılar, adam ruhu danışdırırlar, onları alıb satmaq olmaz. Onlar heyvan deyirlər, alıb satasınız. Qərələr adam deyirlər, adam ruhları yoxdur, onları alıb sata bilərsiniz. Baxın, bu fəlsəfə Avropadan çıxıbdır. Bizdə bu fəlsəfə yoxdur. Biz qərələri insan görmüşük. Düzdür, onlardan əsir tutmuşuq, gətirmişuq, almışuq, satmışuq. Bizdə də bu cinayətlər olubdur, olmayıb deyil. Amma o zamana baxırıq. O zaman da bu raiz bir şeydir. İndi də Avropada, Avropalıların qanunlarının altında 10 milyon əlan bərdə var. Sazıman-ı Millətin dediyinizcə 10 milyon, 11 milyona bəlkə qalxıbdır. 10-11 milyon əlan bərdə var. Pulundan alınıb satılan bərdə var. Yəni 2021-dən danışırıq. Və burada bu yəni dediğiniz bu şey Avrupa'da mı yoksa ayrı yerde mi? Avropanın əlinin altında olan müstəmirələrdə. Müstəmirlərdə. Bəli. Yəni Avropalıların əlinin altında olan müstəmirələrdə 10 milyon Sazıman-ı Millətin, mən şeylə danışırdım. O yadınıza gəlir, bir dənə hüquq bəşərin İran üzrə bir Kanadalı o şeyi var idi. Qoca bir kişi idi, qoca. Dopoladı neydi? Bəli. Onun özü ilə mən danışırdım. Gəlmişdi Torontoya, mənə də qonaq çağırdı. 2 gün görüşdük. Mən onda tada gəlmişdim Kanadaya. O dedi ki, indi 10 milyon 2006'da, 2007'də. 2007'də danışırıq, dedi ki, 10 milyon əlan şey var. Pulundan alıp satılan insan var.
Ağay Hidayət, qoy mən bunu ayrı bir misallə aydınlatayım və sizə deyim ki, sizin dediklərinizin nə qədər mesela bizdə təsiri ola bilər, nə qədər azı. Bax, Suedə gələn bir insan, mən gəlmişəm deyənləri gəlib, Suedə gedib klasda Suedə öyrənək. O müəllim ki, istər sənə bir şey öyrətsin, ilk dərsi bu olar ki, Suedin negatif, mənfi yönlərini mətrəh edər. Deyər, biz Suedlər bu yox, belə yox, belə yox. Yavaş yavaş bizə hakimiyyət sağlar. Yəni, bir əvvəl biz bu mənfi şeylərimizi bilirik, amma müsbətə qaçırıq. Biz əgər qərar olsa ki, geçmişimizə belə qururlanaq, gözümüzü yumaq dünyanın gəlişmişliyinə, geçmişdə qaldıq. Bayaq söhbətimizi tarixin küçələrində itərik. Bəli, ola bilər. Biz tarixdə çox işlər görmüşük, amma çox mənfi işlər də görmüşük. Çox mənfi işlər də görmüşük. Biz, mütəəssifənə bizim bir şey vardı, bir İranlı bir şey var, o fəlsəfə üzərində işləyir. Deyir, İranlı nə olursa olsun din xud. Din xud İranlı. Bax, bizim indi 21-ci əsrdə siz indi tərəfdarı din olmuşsunuz deyirsiniz. 21-ci əsrdə bəlli fəqihin o qanun əsasıya baxın. Görün nə qədər hakimiyyəti var insan üzərində. Yəni o enfal qanununa görə, maddəsinə görə hər şey o məmləkətlər bəlli fəqihinin əmrindədir və onun istədiyi istiqamətdə xərclənə bilər. Bu insana sığarmı? Yəni bu insanlıqmı? İndi Türk, Fars, Ərəb bu hökuməti təşkil edən Türkiyə də var, Farsı da var. Görək indi Azərbaycanlı biri gəlib reis cumhur olub. Görək nə təğyirat gətirə biləcək. Yəni istəyirəm deyəm ki, Avropadan bizim öyrənəcəyimiz çox şeylər var. Təbii ki. Bizim ola bilər, geçmişimiz ola bilər, amma biz bax, dövlətin, hökumətlərin, bax, 40 neçə ildir İranda hökumət qurulub. Hələ də bizim istifadə elədiyimiz bütün terminoloji yine Avrupa'dan gelen terminolojidir. Taksim Quva Avrupa'nın Montesquieu'nun məhsuludur. Avrupa'nın məhsuludur. Bizdə Taksim Quva diye ne dinimizde var, ne hükümetlerimizde olubdur. Taksim Quva indi Cumhur İslam'da ondan el çəkənmir. Məcburdur onu heç olmasa zahirdə icrələsin. Gerçi Rəhim Səfəvi deyir ki, biz 4-cü quvaya da biz nizamilərdə qatın. Quvve-i mücriye, müqənnənə filan bəhman, bunlar hamısı, bunlar məhsul Avrupadır. Bizim bax kitablarımız, bizim fəlsəfəmiz, Ağay Xamenei çox ulum insanı ilə müxalifət edirdi. Bu professorların ve ustadların birçoğu dedi, qardaş, bizə yapılan həzflər çox, ulum insanı, Avrupadan gelen ulum insanı həzf olunursa bizdə nə var ki? Nəyi dəst verəcək? Aslında bizim literatürümüzdə yani çok önemli bir şeyler mi var? Siz de dikkat edin, Osmanlı tarihini ben aşağı yukarı biraz bilirəm. Niye doğrudan tənzimat başladı? Ne oldu eğer 300 yıl Osmanlı İmparatorluğu dünyanın büyük bir məntəqəsini, büyük bir bölgesine hakim idi de niye tənzimat başladı? Bu bəhsi şey eləmiyor. Ama mesela ona göre Ait Cenab-ı Hidayət, ona göre tənzimat dövrəsi başladı ki, qabağa getmirdi. Avrupadan gözlər hakiki dalı qaldı. Diyeyim geçim. Bir şey de diyeyim geçim. Elə söhbətimiz içerisinde vardı bir neçə dəqiqə bundan qabaq. Məyər Şah İsmail Səfəvi Təbrizdə az adam öldürdü. Şiəlik eləmək için. Şiə olmaları. Mənim inandığım şeydə, sistemdə, düşüncə sistemində və İranda yazılan kitablar şimdi yığılır. Tarih-i şəfahi diye bir şey var. Yani millətlərin bir xatirəsi geriyə ola. Güney Azərbaycanda bir dənə xatirə yoxdur ki, Şah İsmail orada adam öldürüb. Yani bir dənə
xatirə yoxdur. Bax, insanlar demirlər ki, Şah İsmail girdi bura, bizi öldürdü. O tərəfdən də baxmışıq, Şah İsmailin bir böyük torpağa hakimdir. Böyük torpağa. Bunun %99'u Sünnüdür. %10'u, 15'i, 20'si belki azı %99 dedik ama diğer %10'u mesela Şia olur. Yavaş yavaş özünde olur. Bir dene olmuyor. Yani siz mesela Azerbaycan, Yani hele Gərbi Azerbaycan bunu çok Şiəliğin üstünlüğü mü görürsünüz? Ki Şiə Sünniden üstün olduğu için mi Azerbaycan'ın Şiə olur? Veya Ben zorakı aslında olur? buna o cür bakmıram. Benim sualım sizden o değil. Yani İslamcı diye de bu cür İslamcı değilim. Fikirgəsi ki, o cür İslam yok. Siyasi olarak İslam dünyası birləşməsə bizi gene öldürəcəklər. Biz o gündən ki, Avropalıların əlinə geçmişik, o sistemə geçmişik, xüsusən Birinci Dünya Savaşından biraz qabaqdan biz bu bölgədə qətliamlar serisi başlanıbdı. Bu Evet. İslam dünyasında. Biz birbirimizi öldürürük ya onlar öldürürlər. Bizi fərqi yoxdur. Ama hər ikisində də onların əli var. Əgər birbirimizi də öldürürük, onların əli var. Məsələn, Bin Ladeni filanı pulun verən Amerika, Kanadadır, İngilistandır, Fransadır, Almandır. Onlar pul veriblər, silah veriblər. Biz də bu Cenab-ı Hidayet, bakın biraz münsif olaq. Hüquq-u bəşər bizim məhsulumuz deyil. Hüquq-u bəşər Avropa zihniyətinin məhsuludur. Hayır, bizim niye məhsulumuz değil? Biz Bizim o zaman ki məhsulumuz getmişik. hardadır? Hüquq-u bəşərimiz hardadır? Orada Yəni gedir, gəlib harda bir hüquq-u de bəşəri? Osmanlı gedir mesela filan Məsihi Hı. torpağın azad edir. Gəlir orada deyir ki, oxuyur rəsmən. Deyir ki, diniz azaddır, diniz azaddır, evlənməğiniz azaddır, kilisaz azaddır, işiniz azaddır. Ama Bunlar ne həman olur şeydir ki, ki 30 sene ay dayı bir şey dikkatinizi çekim. Ne olur ki o dediği o azadlık. İnsan həmişə xoşa gedər. İnsan həmişə azadlıq peşindədir. Necə olur ki o bir payqa quran bir özünü? ne Necə duramır? o Ay qəddara düşür, rağmen, 500 il hoşgörüye hakimiyyət rağmen edibdi. zor Ay düşür, 500 il şəmşirə dayanır. ki, ay düşür, 500 il hakimiyyət edibdi və o torpaqlardan Hakimiyyət eləməyib. bir 500 dəqiqə, il hakimiyyət eləməyib. 500 il hakimiyyət eləməyib. Deyəqlə 500 il hakimiyyət. Biraz da şəmşirə dayanır. Şəmşirdə o gündən ki onlar çıxıblar oradan, yəni Osmanlı oradan çıxıbdı, o gündən o torpaqlarda qan tökülür. Yəni siz deyin ki, Yani Osmanlı peki niye Osmanlı'ya bir girayiş olmayıp bu 500 yılda? Nece olup indi Hindistanlı, İngilistanlı brainwash ki gedir, brainwash ki dünyada brainwash meselesi değil tek. İngilistanlı bilirsiniz ki İngilistanlı çok güzel. Hindistanlı'nın başına getirip İngilistanlı Çin'de cengi teriyakta meşhurdu. Onların başına ne bela getirip ama Hindistanlı dilini İngilizcan dilini ariyet alır. 1 milyar xurdi insan ariyet alır. Sizin Kanada'da İngilizce dili ariyet alınır. Niye onlar alınır ama Osmanlı devletinin dili ariyet alınmadı. Çünkü siz dediğiniz tek dediğiniz o değildi ki Osmanlı devleti gittiği yerde güllü gülistanlık edirdi. Hukuku bəşəri təmin edirdi. Belə deyil, xeyr. Elə əgər İranda da indi İran rejiminin bir zadı budur ki, mən məmləkətdə sükunəti izad edirəm, hakim eləmişəm. İranın içində barışı hakim eləmişəm, sulh əmniyyəti hakim eləmişəm. Amma səfəni çöyrəndə ayrı şeylər ortaya çıxır. Xeyr, siz dediyiniz şey deyil, yəni Osmanlı İmparatorluğu da əgər üstün bir kültürü olsaydı, eğer üstün bir zihniyeti olsaydı mutlaka tesir koyardı. Ben mutlaka tesir koyardı. Dediğinize inanırım. Şüphesiz ki onların da müsbet yönleri vardı. Ama o kadar müsbet yönleri yoktu ki o müsbet yönlerinden hakimiyet sağlasınlar. Aydöşür, ben bu bəhsi istəmirəm devam verək. Amma bu qədər işarə edeyim ki, o gündən ki maşın çap çıxıbdı və kitab ucuzlaşıbdı və mədrəsələr icbari olublar dərs oxumaq. O gündən ki telefon, telgraf və radio, televizyon gəlibdi. Onların hamısı və biz bunlarda dalı qalmışıq. İran bizim tərəflərdən çıxmıyor.
Və biz bunlarda dalıya qalmışıq. O gündən onlar eləyə biliblər, brainwash eləyirlər cəmi. Amma bizim dövrəmizdə, yəni mənim dədələrimin, sizin dədələrinizin hakimiyyət dövründəki hüquqi bəşərin usulları oradan çıxır. Çünki onlar gedirlər savaşlarda o hüququ yaradırlar. Niye diyorsunuz böyle sözleri? Türkçesin çıkmır. Hele sizin benim sinirime bile icat edir. Adam duş adam hamamiler onunla muhalefet edirdiler. Radyo ile, televizyonla, bank ile, her şeyle muhalefet edirdiler. Ve o zihniyet hakimiydi. Aydırsdır, gedirik Ərəstunun məsələn orada bir dana cümlə deyib ona yapışırıq. Özümüzün, mənim söhbətim budur. Özümüzün cümləmiz var. Özümüzün cümləmiz de kurgu da olabilir. Özümüzün Hətta siyasi olaraq yaradıblar. Hətta siyasi olaraq sistem yaradıblar. Aydırsdır, hətta siyasi olaraq sistem yaradıblar. Sistem idarə eləyibdir. Baxın biz də cinayət eləmişik. Yəni demirik ki, cinayət eləməmişik. Biz də getmişik dünyanı. Heç kəs bizə matçı verməyib ki, gəlin bizi siz azad edin burada. Biz də getmişik, adam öldürmüşük, torpaqları almışıq. Amma məsələ budur ki, biz ondan sonra bir dənə usul gətirmişik. O usul düz icra eləmişik, eləməmişik. Hüquq bəşər yazılıb dünyada. Çox yerdə icra olmur. Avropalılar Amerika gedir, məsələn, istədiyi yerdə cənabımız sanki dostumuz dedi ki, durub gedibdi Arjantinin orada falan yeri işğal edir İngilizistan, falan yeri Fransa işğal edir. Bunlar belə bu günləri hüquq bəşərinin üstündə belə bunlar bunu işğal edirlər və öldürürlər. İstədikləri yerdə, istədikləri yerə gedirlər Lobnanı, Libini bombaran edirlər, istədikləri yerdə Ərağı dağıdırlar, Əfqanistanı dağıdırlar. Hər yer istəsələr hüquq bəşər adı altında, demokrasi adında, demokrasi aparatı yox, azadlıq aparatı yox deyə aparırlar. Bunları bəhs eləməyək. Bunlar çox ciddi bəhslərdir. Məncə böyük bir proje götürməliyik. Biz Güney Azərbaycanlılar bir böyük proje götürməliyik ki, orada gələk deyək ki, niyə biz sayensin bir çoxunda dalıya qalmışıq? Doğru. Yəni elmdə, teknolojide bir çox da dalıya qalmışıq. Və dalıyıq hələ. Hələ də dalıyıq. Amma bəzi düşüncələri biz heç olmasa düşüncə səthində demişik, yəni fəlsəfi olaraq ortaya qoymuşuq, siyasət olaraq icraya gətirməyə çalışmışıq, ya icrada nakam olmuşuq, ya olmamışıq. Amma bəhs eləməliyik ki, biz bunu, məsələn dedim də, farslar gedirlər, kuruşu oradan çıxardırlar, istəyirlər deyərlər, Sazimani Millələr də 2 milyard pul verirlər, 1 milyard neçə yüzü, siz bunu məndən yaxşı bilirsiniz. Əşrəf Pəhləvi neçə veribdir Sazimani Millələr, kuruşu orada səbt elətdirək ki, hüquq bəşəri kuruş gətirib. Amma bilirik ki, kuruşdan qabağa, məsələn, Somerlərin qanunları var. Hammurabinin qanunları vardı. Falanların qanunları var. 4 milyon şey deyirlər bu ingiliscə. Biz nə deyirik? Celi deyirlər. Tablet, ingiliscə tablet deyirlər. Bunlar vardı, qanunlar və falanlar, bəhmanlar vardı, Sumerdən falandan. Bunları biz görmürük. Amma biz özümüzü nədən aşağı görürük? Mən bu kompleksini gəranam. Aşağı görmürük. Hayır, bunu mən dedim mən sizə. Bəşər, bəni Adəm əza yekpeykərən. Biləxərə onu, əgər Sərdi demişsə də, biləxərə İrandandır. Bəni Adəm, bütün insanlar eynidir. Eyni haqq hüquqa sahibdirlər. Biz nə yuxarıyıq, nə aşağıyıq. Əgər indi siz Kanadada yaşayırsınız, mən Sueddə yaşayıram, nə sizi Kanadaya aparan, nə məni Suedə gətirən Türk kültürü olmayıb. Dünyanın bu ölkələrdə cazibələri var və biz bura pənah gətirmişik. Siz Kanadaya, mən bura. Bunun da dəlili budur ki, burada həm kültür olaraq üstünlük var, həm rifah səviyyəsi yuxarıdır. Adamlar bu rifaha əl çatsınlar deyə bizim Azərbaycandan və ya digər yerlərdən Mediteranədə minlərcə insan ölür. Yəni bunu minlərcə insan ölür. Ona görə bu, yəni bəzi üstün kültürlər gələr, aşağı kültürləri yox edər. Siz bunları mətrə eləyəndə biz cahan şumul görmək yerinə əgər bunu mətrə eləsək ki, bizim bir fi tarixində planımız vardı. Bunlar geçmişdə qalmaqdır. İnsan qabağın görmədiyi için geçmişə yönələr. Geçmişdən mədəd var. Suallarımıza aydın. Bir dana sual o məramnamə bölümündə soruşum, geçək. Sizin partinin, təşkilatın məramnamənizin ən önəmli
3-4 moridin, 5 moridin buyurun ki, nələr ən önəmlidir sizlər onlardan? En önemli şey falan bizim de bu sohbetimize zattı. Bütün insanlar aynı eşit hakka sahiptir. Bütün insanlar her yerde. Fark etmez. Biz dediğim gibi azat dünyaya gelmiş çok azat yaşamalıyız. Azat fikirlerimizi beyan etmeliyiz. Azat. Yani hiçbir şeyden korkmadan, hiçbir şeyden çekinmeden. Bütün İçimdir. hamur, arvat kişi bütün üretime, katkıya, bütün camianın faaliyetlerinde müşareket etmeliyiz. Bunun için tamam zemin hazırlanmalıdır. Adalet her yönüyle adalet. Bak adalet bu partiye kurulanda yani fırka kurulanda belki bu kelime yok idi. Ama indi bu eklenipti ki adalet hatta muhit-i ziste de adalet. Yani biz öz başına muhit-i zisti alude eleme hakkına sahip değiliz. Çünkü bizden sonra da ayrı insanlar bu Kore'de yaşayacaklar. Ayrı insanlar da bu bölgede yaşayacaklar. Ona göre bak adalet-i ferhengi, adalet-i behdaşti, adalet-i muhit-i zist, adalet hatta verzişi ve bunun yanında adalet içtimai hamısından yukarıda arvat, kişi, kız, oğlan farkı olmaksızın hamı aynı hakka sahiptir. Ve bunu uygulamada ispat etmeliyiz. Uygulamada göstermeliyiz. İcrada bunu göstermeliyiz ki oğlan, kız, arvat, kişi hamımız, herkes aynı hakka sahiptir. Ve bunlar bu belə ha belə gedir ta yukarıya. O iktisadi faaliyetlerde olsun, içtimai faaliyetlerde olsun, siyasi faaliyetlerde olsun, eşitlik, beraberlik ve aynı hakka, mütesaviyul hukuk. Hamı aynı hakka sahiptir. Siz Arapça yaxşı bilirsiniz. Mütesaviyul hukuk. Her şey karşısında bütün insanlar aynıdır. Yani bizim kimin de belli farklı 110. maddeye göre Kanun Esası'nın 110. maddesine göre menden ağayı İnsafeli Hidayet Bey'le aynı değil. O farklıdır. Şura-i Nigahban'da oturanlar farklıdır. Bilmem mecliste oturanlar farklıdır. Onların ayrı bir şeyleri var. Ve görürsünüz de emelde de icra edirlər. Bizim məramnamemizde bütün insanlar aynıdır. Bütün insanların aynı hakkı hukuka ve kanun karşısında hamı aynı hakka sahiptir. Birinin ayrıcalığı, birinin imtiyazı zaten yoktur. İmtiyaz diye bir şey camiada yoktur. İmtiyaz belki insanların hizmetiyle ölçülebilir. İnsanların mehribanlığıyla, insanların ayrı insanlara elədiği xidmətlə ölçülebilir. Bellidir. Mesela taraf gelip Təbrizdə güzellər dərman qahı Şeyler, usullar. bak İngilistan'dan gelip cüzamiler bir varsanı kurup o insan her ne olursa olsun ben ona ihtiram göstermeliyim. Dini ne olursa olsun, mezhebi ne olursa olsun, inancı ne olursa olsun ben ona eşq göstermeliyim. Kalkıp İngilistan'dan gelip Təbrizdə cüzamiler bir varsanı düzeltip. İcazə buyurun, 2 dənə xəbər burada deyim, bəs sondakı siz bunu işarə elədiniz. Geçən günlərdə yayılan xəbərə görə İranda cüzam xəstəliyi çox şiddətlə başlayıb. Vətəndaşdan insanlarımızı dəvət eləyək ki, özlərini yumaqda xəsislik eləməsinlər. Çox ciddi bunlarda diqqət olsunlar. Bir bu, bir də ki, bu günləri 31 gündür ki, bizim zindanilərimiz Tehranda və Təbrizdə etisab qəzada aclıqdadılar. Mütəəssifانə bu seçkilər bahis olub ki, onların səsi eşidilmir. Bu da bir məsələdir ki, burada salaq ya da salaq doğrudur. Yəni bu bizim millətimizi. Aydın, çox təşəkkür edirəm bu şeylərə görə. Bir qısa bölümü də deyək, ondan sonra bəlkə əgər halınız olsa davam veririk, olmasa halınız var. Ben buyurun 10-15 dakika daha xidmət istəyəm. Tamam. Vətən bölümünə geçək. 6-7 sualı vardı. Əslində 4 sualı var, 5 sualı var. Bunu soruşum xidmətçiyə. Sizin təşkilat vətəni necə tərif edir? Vətən nə? Vətən yanı nə mənə? Bizim təşkilat valla vətən coğrafi cəhətdən bir anlamı var, siyasi cəhətdən bir anlamı var, ictimai cəhətdən. Siyasi cəhətdən, yəni coğrafiya siyaset
bütün İran 1648 kilometre mürəbbəni vətən görür. Ayrım da yok. Yani biz Azerbaycan diye mesela 120 bin kilometredir falan böyle bir şey eləmir. Bütün İran'ı bir vətən olarak görür. Ve vətən de hani coğrafyada bellidir. Dedim coğrafya siyasi bunu müşəxəs edir. Ve orada yaşayan insanlar da vətəndaşdır. Orada yaşayan insanlar da eyni hak hukuka sahip olmalıdır. Ben demirəm indi eyni hak hukuka sahipdirlər. Böyle eyni hak hukuka sahip olmalıdır. Belki ideolojik, hele mezhebi ideolojik hakim olursa bellidir ki Beluçistan'da yaşayan Sünni ile ne bileyim Tehran'da yaşayan Şii Ağay Haddad Adil arasında bir fark var. Ağay Haddad Adil özünü haklı görür. Bəli sistem Beluçistan'da, Türkmenistan'da yaşayan bizim öz dildaşlarımız ki Sünnidirler, onlar kabul görülmürler. Hatta bunun yanında belki Azerbaycan'da bir sürü çok sayıda bizim Bahaimiz var. Onları bütün haklarından, hukuklarından sağıt ediblər. Yani bu da gösterdi, siz dediniz ki mütemayil olmuşsunuz İslam'a. İslam çok haşim bir dildi. Çok bile haksız bir dindi. Niye haksız bir dindi? Çünkü ayrı zihniyetleri kabul edemir. Sen İslam'dan biri dinini değiştirse bile mürted olur. Dilini değiştirse bile idam zadı yiyir. Yani bakın 45 yıldır bu Bahayilerin başına neler getirirler. Tutanların onların təvəzinə yani vətən dediğimizde vətən bir bütündür. Vətəndaş da o vətən içerisinde yaşayanlardır. Bizim fırqamızın gözüyle ve o bütün vətəndaşlar da dini, ırkı, necadı yani gözetmeksizin hamısı eyni hak hukuka sahiptir. Tamam. Bəli. Vətəni indi siz üç yerə böldünüz vətəni. Dediniz ki, vətən siyasidir, vətən ictimaidir və vətən coğrafidir. Coğrafisel olarak İran dediniz. Bəli. Siyasi olarak vətən nədir? Elə siyasi olarak vətən də o coğrafiyada kurulan hakimiyyətdir. O kurulan hakimiyyətdə mən müşariket eləməsəm, mənim için o vətən naqisdir, bir yerin noksandır. Tamam. Ve hakimiyette de İçtimai olarak müşariket elemiyoruz. Niye müşariket elemiyoruz? Cenab-ı Hidayet kaçmayak bunlardan. Bunlar çok hassas bir meseledir. 45 yılda hiçbir vezir Kürt olmayıp, hiçbir vezir Beluçistan'dan seçilmeyip, hiçbir sefir bu mentekelerden seçilmeyip. Beraberin siyasi cihetten bu memleket meselesi var. Siyasi cihetten yani bu memleket vətən görmürsünüz. Siyasi cihetten vətən görmürsünüz. Yok görmürəm çünkü siyasi eyni hakkı sahip olmayan bir yerde vətəndən söz edilmez. Yani siyasi içtimai olarak vətəndən söz edilmez. İçtimai olarak necə görürsünüz? İçtimai cihetten de çok rahattır Cenab-ı Hidayet. Çok bile ağır bir şey değil. Vaxt ki bizim hanım çıxır, cavan uşaq, kız çıxır eşikdə, deyir qardaş, məni zorlamayın, mən bu istəmirəm, bu çərşabı, bilmirəm, bu rusərini başıma qoyun, bu örtünü başıma örtün. Bunu kör edirsiniz. Bax, indi demin siz dediniz, bir işarə buyurdunuz ki, insan narahat olur. 31 gün etisabı qəza. Zindanı yani siyasi. Sen niye tutubular zindana saldınız siz? Neyin ipler? Bizim Nergis Muhammed hemşehrimiz Zencanlı Türk vatandaşı, Türk bir hanım. Bak bunu niye tutup 18 yıl, ne bileyim 19 yıl, 20 yıl bu insanlara niye zindan eləmişsiniz? Muhammed Nurizat, bak bu Türk. Bu insan niye gerek zindanda kalır? Neyin yiyip ki? Sıfat ölçülü birbirine her şeyini oğul deyip çıkır işte Yahya. Yani mesela indi içtimai olarak, toplumsal olarak bizim orada dilimiz qadağandır. Bəli. Əslində yazıb oxuması fərqli məsələdir. Bəli. Acaba vətəndaş ora bizə vətən hesab olur mu? Bak vətən zat olarak, söz olarak olabilir ama ben ihsası
vətəndaşlıq eləmirəm. O günə qədər ki, mənim dilim tapdanır. O günə qədər ki, Tamam. mənim dilim qoymurlar, mən Aha, bu indi dilimdən mən sizdən istifadə edeyim. cənabınızdan belə bir nəticə ala bilər miyim? Əgər vətən oradır ki, mən orada siyasi olaraq, ictimai olaraq və coğrafi olaraq oranı vətən biləm. Çünki Bəli. məni rəsmiyyətə tanıyır. Məni Bəli. rəsmiyyətə Bəli. tanısa vətəndir. Bəli, məna daşır. Məni rəsmiyyətə tanısa məna daşır. Məni rəsmiyyətlə tanımayan həm hüquqi cəhətdən tanımır. Mən siz bayaq söhbətlərimizdə oldu ki, siz də sanki məmləkətin qanununa tabesən. Dedim oğlum, mən istəyirəm məmləkətimin qanununa tabe olum. Məmləkətimin qanunu məni tanımır. Vaxtı ki 45 ildə 15-ci maddə hələ o əsl 15-ci əsl icra olunmur. Mənim dilimi rəsmiyyətlə tanımayan bir məmləkətə mən vətəndaşlıq hissim yox. Vətəndaşlıq hissim o olar ki, mən eyni o birisilər kimi eyni haqq hüquqa sahib olam. Mən deyil, milyonlar ayrı insanlar var ki, hələ mən heç olmasa Şiə məzhəb görünürəm kağız üstündə, hələ mənim bəzi haqlarım, hüquqlarım var. Onlar ki, Sünni məzhəbdirlər, onlar ki, Bahaidirlər, onlar ki, ayrı dindədirlər, onların heç bir haqqı, hüquqları yox. Ona görə Tamam. bu vətən təhlükədədir, bu vətən xətərdədir, bu vətən parçalanma İndi zadında gedir. Aydın, siz tərif elədiniz vətəni. Bəli. Gözəl bir şey. Budur ki, vətən əslində iki tərəfli bir tərif elədiniz. Mən belə düşünürəm, yəni nəticə alıram ki, vətən bir düşüncəsəldir, bir də hissidir. Yəni mən milli olaraq, millət olaraq, toplum olaraq bizim bir düşüncəmiz var ki, düşüncə səthində bir məmləkət oradır ki, orada iqtisadı, torpağı, insanları var. Bir də məmləkət odur ki, mən içəridə hiss eləyəm ki, ora mənim vətənimdir. Bəli. Mən vətən hissim ola. Məni rəsmiyyətə tanıyır. Bəli. Belə bir şey. İndi vətənin anlamı və önəmi sizin təşkilat üçün və üyələr üçün nədir? Önəmi nədir vətənin? Önəmi budur ki, cənab Hidayət, tərəf şimdi 70 ildir məcbur olub ülkəsini tərk eləsin. Hələ ülkəsi üçün ürəyi tapdanır. Ürəyi tıbbıldır. Yəni ürəyi vurur. Ülkəsi üçün. Orada dünyaya gəldiyi yer üçün. Sən, mən, biz illərdir Avropada yox. Amma yine də bax, indi danışığımız Azərbaycan üzərinədir. Çünki orada bəzi bağlarımız vardır ki, biz bu bağları söküb yox edənlər o. Nə bilim, bəlkə ikinci nəsil, bəlkə üçüncü nəsil, bəlkə dördüncü nəsil sökərlər, ayrı fikirləşərlər. Amma sənlə mən ayrılənmirik, sənlə mən sökülmürük. Sənlə mənim o hisslərim Azərbaycanımıza, Təbrizimizə, hani Tehranımıza, hətta Tehranda da bilirsiniz çox sayıda Azərbaycanlı var, çox sayıda Türk var. Bütün o İranda yaşayan Türk məntəqələrində belə biz özümüzə yaxın hisslərimiz var. Və bu hisslərimizi biz tapdayıb yox edənmirik. Bunları yaddan da çıxardanmırıq. Bax, siz saatlərcə vaxtınızı bu işə qoymuşsunuz. Mən də saatlərcə eşqlə bu işi qabağa aparıram mən. Bilirsiniz ki, bu işlərdən nə maddi bir imkan var, nə də bir şey var. Fəqət tək bir şey ki, bizi sevk edir bu işlərə. Tək şey ki, bizə zövq verir, hətta bizə aramış verir. Budur ki, millətimizlə ürəyimiz çırpınır. Millətimizlə, özümüzə yaxın insanlarla hissi bir bağlılığımız var. Doğru. Hissi bəzi bağlar vardır ki, bunlar kolay ortadan qalxmaz. Doğru. Yoxsa sən də orada bəlkə rahat yaşayırsan, mən də İsveçdə bəlkə çox da rahat yaşayıram. Ola bilər ki, sizin orada, bizim burada bəzi İrandan gəlmiş, hətta Azərbaycandan gəlmiş. Heç umurlarında deyil ki, heç İranda, Azərbaycanda nə olur? Nə 31 gündür zindanda qalanların fikirləri. Sən onu heç əslində oranı vətən saymış ki, mən bunu dəfələrcə aydırdım. Demişəm ki, Cavab Yahyay, bunu dəfələrcə mən demişəm ki, biri də insanlar keyf üçün, rahat yaşamaq üçün oradan çıxıblar, pulların, sərmayələrin götürüblər, gəliblər, bu tərəfdə yaşırlar. Amma bir də insanlar canlarını götürüblər, yəni məcbur olublar. Bəli.
Bəli. Qapı açılsa bu günləri desələr ki, vətən azaddır, gəlin, gedər ora insanlar. Yəni mən özüm Belki o məsələn kadar, qalmaram. belki Yəni de mən çok adam hətta yetmez. Yani bu değil ki hamı gider. Belki de çok adam yetmez. Çünkü bu yine de biz tarihte bunu yaşamışız. Şili biraz Pinochet'den sonra dedi buyurun gelin hamı gelsin, giysin. Çok adam giyitmedi. Çok bəli adam getməyəcəkdir. Çox giyitmedi, adam məcbur giyenler de qalır. öldü. Kazakistan bir axı zindecanlıq qrupdur da. Yəni məsələn mən Ben, uşaqlarıma deyə bilmərəm ki, qeydin. ben, Çünki onlar burada zindecanlıq qruplar, hər şeyləri buradır da. Onlar ben. amma hər halda cənab Yəhya, sizin təşkilat vətənin sərhədləri necə təyin edir? Ben birinci sualda dedim ki bizim vatanımızın serhetleri indi coğrafya siyasi İran'dı. O da 1 milyon 648 bin kilometre mürebbedir. Biz bunu bir vatan olarak görürüz. Ama bu demek değil ki ben Azerbaycan'ı vatan görmürüm. Ben Azerbaycan'ı da bu çerçevede, bu coğrafya siyasi içerisinde vatan görürüm. Vatan hislerim de vardı Azerbaycan. Cənab Yəhya, fərz eləyək da ki, bəluçlar sabahları dedilər biz istirik müstəqil olaq. Ərəblər də dedilər müstəqil olaq. Türkmənlər də oldular da ki, iləşdilər də, Azərilər də. Azərbaycanın sərhədləri sizin üçün varmı? Onların da sərhədləri var. Bizim de sərhədimiz var. Bir delil yoktu ki eğer biz birbirimize bağlanmayacak, birbirimizden menfaat görmeyecek mecburiyet içerisinde bir yerde kalmanın bir manası yoktu. Olabilir. İnsan azad. İnsanlar eğer karar verseler, Beluçistan karar verse özü bilir. Karar verebilir. O hakkı da sahipti. Biz Azerbaycanlıların ne hakkımız var? Karar verekçe bizim coğrafyamız buradan belədir. Burada yaşayan Azerbaycan Türkleridir. Aslında biz istirik müstəqil oluruz. Hatta biz istirik veya federal sistemde idare olunaq. Bir de sen Cenab-ı Hidayet, benim uzun sözün kısası bu ki biz menfaatlerimizi birimizin menfaatimizde görmeliyiz. Yani eli olunmalıdır ki Beluç menfaatini Azerbaycanlıda, Azerbaycanlı menfaatini Beluç'ta görmelidir. Ve biz böylece bir ittihat sağlayabiliriz. Eğer ben menfaatim onun menfaati sayılmasa veya onun menfaati benim menfaatim sayılmasa hiçbir yerde kalmanın, bir yerde durmanın bir manası yoktur. Cənab Yəhya, indi vaqiyyətləri görürük da. Sünnilər özlərin Şiə dünyasının bir parçası görmürlər. İranın da bir parçası görmürlər. Ərəblər deyirlər, bizim nəftimiz var, qazımız var, petroşimi bizimdir. Amma biz burada İranın ən kasıb, mən gedib onları təhqiq eləmişəm. Mən 1374-də, 74-dür, bəli. Mən getmişəm orada təhqiq eləmişəm onların vəziyyətini. Onların vəziyyəti, yəni, Ələn də görürük, videoları görsədirlər də. Yəni, Əl-Əhvazının ətrafında məsələn, susuz belə qalan adamlardır. Mən bəzi şeylər görmüşəm. Cənab Yəhya, mən bir həyətə getdim. Həyətdə kərpici belə qoyurdu, 2 kərpici. Qablamanı qoyurdu, xəndəyi yandırırdı, qaz qalxırdı orada. Amma adamların qablamada bir şey bişirsin imkanları yox idi. Mütəssifəm. Yəni bu adam niyə gələ İranı vətən bilə? Məsələn buna bir dəlil gərəkdir ya. Buna göre de biz deyirik ki artık sizin dediğiniz temayül tapusuz İslam'a İslam kanunları, kaideleri bu zamana uymur. İslam kanun kaideleri bu insanları xoşbəxt eləyəmir, hatta bu insanları birbirine yakınlaştıranmır. Ona göre biz bir an önce sekular bir rejim İran'a hakim olmalıdır. Dini kurallarla İran'da hakimiyet kurmak yanlıştı. Hatadı 45 yılda da bu neticesini gösterdi. İslamdan bizim bir fərqli düşüncelerimiz var. Bilirsiniz ki bu adamların düşüncesidir. Xumeyni'nin düşüncesiyle şəriət mədarının düşüncesi İslamdan bir değil. Şəriət mədarı ilə xoyunun düşüncəsi bir deyil. Onların hamısının ki Əllamə Təbai ilə bir deyil. Çünki
İslamı insanlar özləri düşünürlər. İnsanlar İslamı fərqli düşünürlər. Çünki fərqli adamdırlar. Fərqli düşüncələri var, fərqli zamanda doğulurlar, fərqli teknoloji ilə yekəlirlər, fərqli şeylə yekəlirlər. İslamı danışmırıq. İslam başqa bir şey ola bilər, insanların düşüncəsi. Amma Malezinin İslamı ilə, İranın İslamı ilə, Türkiyənin İslamı ilə, Ərəbistanın İslamı fərqlidir. Yəni, baxaq görək ki, məsələn, Malezidə nə cürdür? Endonezya'da ne cürdü? Şeyde ne cürdü? Türkiye'de ne cürdü? Bu insanların ve toplumların yarattığı, yaşadığı fərqli tarixlərə əsasən, düşüncələrə əsasən, mənafiyə əsasən yaşadığı İslamdır. Bu heç birisi İslam değil. Heç birisi İslam değil. Hər kəsən öz düşüncəsini yaşır. Öz tarixin yaşır, öz mənafiin yaşır və bunları İslama nisbət verir. Mən özüm fərqli görürəm İslamı, amma İslamı bəhs eləmirəm burada. Burada İslamı bəhs eləmirəm. Ben de size itiraz ediyorum ki Kitab Hidayet çok da farklı görmüyor. O memleketler ki pesvend İslamileri var. Mesela Cumhuriyet İslami Pakistan değiller. Fazla koydular da o kelimeyi. Orada yaşamayan siz Malezya'da Cumhuriyet İslami Malezi demirler. Orada Malezya hükümeti padişahı da var. Yani o memleketler ama İslam kanun esası. Malezi ve İslam yaşır. Yok yaşamıyor. Pakistan Hayır öyle değil kardeşim. Ben gitmişim Müslümandılar, aydın şurada. Müslümandılar. Tamam, Endonezya'da Müslüman değil, Malezya'da Müslüman değil, Endonezya 250 milyon Müslüman yaşır ama İslam kanunları hakim değil. Onu deyil, baxın, bir hakimiyyətdən danışmadıq. Mən hakimiyyəti danışmıram. Mən deyirəm ki, İslam başqa bir şeydir və bu Malezi, Endonezi, ora, bura, bunlar ki, müsəlman yaşırlar, müsəlmandılar. Hakimiyyətdən danışmırıq. Hakimiyyət başqa bir şeydir. Hakimiyyət bir millət, bir təbəqənin, mənafiyin qorumaq bir ayrı bir şeydir. Bilirsiniz, bunu Marksi məndən yaxşı tanırsınız. Bilirsiniz ki, təbəqəni, dövlətlər təbəqələrin mənafiyin hakimiyyət edirlər normalda. Dünyanın hər yerində də belə mən şəxsən belə görürəm. Bilmirəm Marks nə qədər bu haqqda gedir. Siz doğru görürsünüz. Ama İslam, best İslam, adalet İslam'da söz edilir. Gelir adaleti yerden yere alır. İslam'ı bəhs eləməyək da, İslam'ı bəhs eləməyək. Çünki onda bu bəhsimiz dairdir. Eğer İslam hakimiyeti elinde tutarsa, ister Malezi olsun, ister Endonezya olsun, ister Türkiye Cumhuriyeti olsun. Eğer istese Türkiye Cumhuriyeti şeriat kanunlarını hakim eləsin, hiçbir İran'la farkı olmaz. İran, biz ona görə deyir, bir müsəlman var, bir də hakimiyyət var. Mən bunu ayırıram bir-birindən. İcazə buyurun, bu bəhsi davam verməyək. Bu bəhs başqa bir bəhsdir. Mesela məxduş olar. Recep Tayyip Erdoğan İran Türkiye'nin reis cumhurudur. Millet tarafından da seçilip ve demokratik bir şekilde de bu defa seçilmedi. Ekseriyeti mecliste elde edildi, şehirdarlarda elde edemedi. Teslim oldu. Dedi ki bəli, şehirdarda da biz kaybettik. Bu İslam Cumhuriyeti değil Türkiye. Türkiye layık bir devlettir. Layık kelimesi geçir kanun esasında. Yani İslam da hakimiyetten ibaret değil. Ben de bunu tartışıram diyem. İslam hakimiyetten ve hakimlerin tefsirinden ibaret değil. Hakimiyete geçenden sonra xətərnak olur. Tabii. Eğer hakimiyeti İslam elinde tutsa xətərnak olur. Ben de onu arz edirəm. Yani benim de düşüncem budur. Yani burada bir şeyimiz yoktur. Ama İslam meselesi bizim meselemiz değil. Bəhsimiz o değil. Ona çok da həmd eləməyək. Çünki mən məcburam ifa eləsəm bəhsə keçərəm. Onunla məşğul ülkəmizdə onun giriftarı yox. Mütəəssifanə biz ölkəmizdə geri qalmış 700 il, 800 il bundan geri qalmış insanların hakimiyyətinin məhmizinin altında yox, mıxının, şallağının altında. Ama bu gövdən düşmədi Cenab-ı. Bu zamanlarda yaşamışlar ama 700 yıl bundan qabaq yaşayırlar. 1000 yıl bundan qabaq da yaşayırlar. Yani o adamların düşünceleri, mən hər halda mollalığa getmişəm, bilirəm ki o adamlar hangi əsrdən durublar. Onlar indi, o Quranda bir dana nağıl var, çox gözəldir. Bir şey, bu Əshab-ı Kəhf yuxudan ayrılırlar
Dururlar gedirlər şəhərdə alverə. Dururlar gedirlər şəhərdə pulu tıradılar, verirlər. Adamlar deyir, o bunlar hardan gəlibdi. Bizim bu adamlarımız 700 il bundan qabaq, 800 il bundan qabağın düşüncələri ilə yaşırlar. Bəli. Və Təəssüfən. o düşüncə Qurun-i Vüsta deyirik da bunlara, bilirsiniz. O zaman Qurun-i Vüsta hakimli Avropada. O düşüncə ilə elə indi bunlar da yaşırlar mütəəssifanə. İslamı da onlar mərif edirlər. Bəli. Hakimiyyəti də onlar əllərindədirlər. İslam adına hakimiyyət edirlər. Amma İslam, mən baxıram deyirəm ki, İslam bu qədər fərqlidir dünyada. Məsələn, bir də harda idi? İmam Cümə xanımdır. Bir yerdə bir İmam Cümə var, xanımdır. Özü baş açıq. Baş açıq xanım namaz qılır. O da İslamı düşünür. Almanda idi o bir ara. Almanda bir xanım. Bir dənə İslami məmləkətdə, bir dənə İslami məmləkətdə mən video gördüm. Yap. Bunu mən düşünürəm ki, o xanım da İslamı düşünür, o molla da İslamı düşünür ki, bir xanım çıxsa eşiyə üzünə əsid səpin. Bunlar iki dənə adamın iki dənə düşüncə fərqi var. İslam deyil. Heç birisi İslam deyil. Hər kəsə öz düşüncəsini yaşayır. İslam adı. Hayır. İxtilafımız buradandır ki, indi bu mövzuda sizinlə mənim. Əgər İslam xüsusi bir məsələ olsa, insanla Allah arasında, insanla din arasında, onda deyəcəyimiz yox. Sizin dediyiniz düzdür. Bəli, İslam hakimiyyətə yetişəndən sonra, İslam hakimiyyəti qurulursa, adam İslam əhkamlarının, hükümlərinin, şəriəti icra eləmək məcburiyyətindədir. Hakimiyyət əgər İslamlarına geçərsə, mən cənabınızla muvafiqəm. Yəni burada cənabınızla muvafiqəm. Mən burada cənabınızla muvafiqəm. Bəli, bu başqa bir sözdür. Mən də deyirəm, yəni hakim var ki, məsələn, Harun-ı Rəşid də şeydə hakimdir. İslami hakimdir. Muaviyə də İslami hakimdir. Yezid də İslami hakimdir. Həzrət Əli də İslami hakimdir. Amma baxırsınız görürsə Həzrət Əlinin savaşları öz içində olub müsəlmanları öldürür. Ciddi deyirəm. Muaviyə İslamı aparır dünyaya. Muaviyə içəri savaş qoymayıb olsun. Savaşa aparıb eşiyə. Məsələn, Harun-ı Rəşid İslam elmi, teknolojini dəyişdirməyə çalışıb, gücləndirməyə çalışıbdır, fəlsəfəni gücləndirməyə çalışıbdır və onun mirasları əslində biz baxırıq ki, hakimlər İslamla nə düşünürlər? Hər hakim öz mətləğində, öz düşüncəsini İslam olaraq o birisi millət insanlara təhmil eləməyə çalışıbdır. Amma görürük ki, Yezid bitirdi. Məsələn, Yezidin oğlu, Cənab Yəhya, Yezidin oğlu dünyada ən böyük şeydir. İnsancıl insandır. Yezidin oğlu. Ən böyük adam gedir, məsciddə şeydir. Şey saxılır. Bu quşların adı nədir? Məscid quşu. Göyərçin. Göyərçin demirik biz ona. Biz ona şey deyirik. Elə bir göyərçin deyək. Göyərçin saxılır adam. Yəni bu qədər hakimiyyətə getmir. Deyir, mən istəmirəm hakim olam. Yəni bu qədər Yezidin oğlu. Yəni Yezidin oğlu gedir beləsi bir şeyə çıxır. Yəni tərbiyyət. Bunları bəhs eləmiyor. Yəni mən bunları çox istəmirəm ki, bu ayrı bir bəhsidir. İslamda İslam var, yoxsa İslamdan təfsirlər var və o təfsirlərin əsasında insanlar nə cür yaşayırlar? Bu fərqli düşüncədir. Məncə düşüncə fərqlidir. Hər halda bu bəhsi istəmirəm eləyək. Vətəni qutaraq ərz eləyim ki, siz buyurdunuz ki, vətənin anlamı o zamandır ki, biz onun üçün çalışaq. Belə bir şey buyurdunuz. Doğrudur, yoxsa yox? Önəli. Hissi bağlarımız olsun. Bəli. Həm hissi, həm ixtiyari, həm iradi. Ona bir bağlılığımız olsun. Sərhədləri, indi Azərbaycanın sərhədlərini demədiniz ki, əgər ərəblər ayrılırsa, bəluçlar ayrılırsa, Azərbaycanın sərhədləri, Kürdlər ayrılırsa. Məsələn, mən rəsmən ərz edeyim. Burada birinci dəfə ələni olaraq deyim ki, Kürdlər hazırlaşmışdılar silahları ilə. Əgər İranda savaş çıxsa, girələr içəriyə, hakimiyyət quralar. Yəni, seçkilərdən sonra. İran da bunu kontrol elədi. Yəni, bildi, kontrol elədi və indi Kürdlər geçsələr orada vətən qurmağa çalışdılar silahlı. Güney Azərbaycanın ya Azərbaycanın vətəni haradır sizin partiyinlə? O Azərbaycanlıların yaşadığı yer Azərbaycandır. Hər yerdəki
yaşırlar, ora Azərbaycanlıların yaşadığı Azərbaycandır yer yoxsa Azərbaycandır. Bəli, bəli, bəli. O his de dedim, o his açıqdır yani. Azərbaycanın yaşadığı yer, Azərbaycan Türk'ünün yaşadığı yer Azərbaycan sayılır. Dedim indi Pişəvərinin bayaq siz dövrəsində bəli. Azərbaycanın sərhədləri məlumdurmu? Bəli, o zaman sərhədlər məlum idi. Əlbəttə, biz o zaman yəni sərhədlərdə hani qoşun saxlayıb da kontrol eləmək zadı yox idi. Zaten bir bütün olarak bir ülkeydi. Yani bir vətən idi. Yani bütün İran sayılırdı. Ama demək deyil ki, Xuzistanın məntəqəsi bəlli deyil veya Bəluçistanın məntəqəsi bəlli deyil veya Azərbaycanın coğrafi olarak məntəqəsi bəlli deyil. Ama dediğim kimi bizim Azərbaycanlılar bütün İran'a dağılıblar. Yani Tehran'ın ne bileyim yüzde hiç olmasa 45'i Azerbaycanlıdır veya Qumun, Məşhədin bunlar hamısı Azerbaycanlı da his meselesidir. Tərəf Azerbaycanlı özünü hiss eləsə, Azerbaycanlı da orada Azerbaycan sayılır. Tamam. Sizin təşkilat ne bileyim Dəyiştat cəmiyyəti Azerbaycanlıdır. haranın bağışlayın? Yani Kərəc Tehrana yapışıbdır. Bəli, bəli. Ben ne diyeyim, mesela Kərəci diyeyim Azerbaycan değil, orada Fas bölgesi diye veya Kürt bölgesi diyeyim benim. Çünkü Azerbaycanlı da orada yaşayır. Hissi de var Azerbaycan'a karşı, eşki de var, alakası da var. O Azerbaycan sayılır. Yaşa. Sizin təşkilat vətəni qorumanı necə düşünür? Bizim dedim müstakil bir vətəndən söz eləmir bizim təşkilat. Biz diyoruz, Ama biz qoşun qurmuşdunuz siz, Bəli, fədailəriniz bəli, var idi. bəli. Axı dəlili də budur, çox rahatdır. Biz qoşunu o vaxt milli qoşun quruldu ki, öz həmşərimiz, öz belə Azərbaycanlı Ağay Həkim dəstur verdi Tehrandan Ərteşə ki, gedin buranı bastırın. Gedin bu Azərbaycanda qurulan təşkilatı bastırın. Yox ediyor. O vaxt biz mütəvəccüh olduq ki, biz Tehrana qarşı özümüzü qorumalıyıq. Və onda milli qoşundan söz edildi. Və milli qoşun da fikirləmir ki, eşqlə gəldilər. Yəni kətlərdən gəldilər, o tərəfdən, bu tərəfdən, yoxsul insanlar gəldilər. Çox az bir hüquqla qoşunu milli quruldu. Və biz o vaxt qoşunu millinin qurulmasına təsmin tutuldu hökuməti millidə ki, dedim Həkim öz həmşərimiz, öz Azərbaycanlı Türkiye olarak dəstur həmlə verdi. Tehran'da nüfus vəziridir. Və o vaxt dedi biz öz haqqımızı qorumalıyıq. Qoşunu milli vaxt quruldu. Tamam. Yani indi bunun sorun benim budur. Sizin təşkilat vətəni qorumanı necə görür? Sabahları bizim İran bölündü, başladı bölünməyə. Bəluçlar, Ərəblər, Kürdlər, Lorlar, hər kəs başladı özünə bir tikə torpaq götürməyə. Sizin təşkilat Azərbaycan dediğiniz torpaqları ki, məsələn deyirsə, hər kəs harda yaşırsa, ora Azərbaycan bilirsə, hissi varsa, ora Azərbaycandır. Buranı qorumaq üçün nə düşünür? Xüsusən sizin İkimizdə bir bəhs var ki, biz əslən muvafıqıq. Bölünmək deyil. Tamam, bölünmək biz bütün insanlarımız ama eğer hani belə bir şey zihnimizden geçir, hani olabilir diye. İnşallah olmaz. Arzumuz bu da olmaz. Arzumuz bu. Bütün İran'da yaşayan bütün milletler eyni hüquqa sahip olup da öz qədərlərini özləri sərnişin eləsinlər. Yəni sərnişinlərini özləri təyin eləsinlər. Qədərlərini özləri belirləsinlər. Bu bizim arzumuzdur. Ama olmazsa yani şərait bir olsa ki hani bölünmə, parçalanma meselesi ortaya çıksa şüphesiz ki Azerbaycan zaten İran'ın demək olar ki %40'ı Azerbaycanlıdır, Türk'tür. Ve dediğim gibi bu her yere zad olup onu artık oturarlar karşılaslar, siyasetçiler karşılaslar oturar, üstünde danışar, karar verir.
Hətta Aydın ki, o cür bölünmək 25 zamanında fikirləyirsiniz ki, bölünmək zamanında belə ben bir ağıl bir onlar sistem ola Cenab-ı bilər. Dayı, elə deyil Cenab-ı Dayı. Onlar bak 1325'ten de farkımız budur ki 1325'te bu kadar Azerbaycan'ı o taraf bu tarafa dağılmamıştı. Çünkü memleket zaten şəhərneşini azdı. İndi %80'a yaxınlaşır şəhərneşini. Azerbaycan Niruyu kar o taraf bu tarafa gönderir. Azerbaycan cemiyet yerdi. Azerbaycan'ın ne bileyim cunubdan tutup ta Şumal'a kadar Azerbaycanlı var. Bunların nece olabilir? Cemiyet üzerine bir federal kurulabilir, cemiyet üzerine bir ülke kurulabilir. Aydın ki, Veya sual bunlar federalda ayrı değil. da bu karşınasıdır. Cavab Yahya'yı, sual federalda değil. Sual budur ki, əgər ərəblər, bəluslar, kürdlər başlayalar, müstəqil olalar, Evet. onda sizin bu mərziləri, son sualımdır bu bölümdə, Evet. savaşa girər misiniz mərzilər üçün? Ümidvaram ki hiç vakit bir savaş olmasın. Çünkü hiç olmasa buna inanırım ki hiç savaştan sonra demokrasi, azadlık yerleşemez. Ümidvaram ki milletler arasında İran'da illerce, yüzyıllarca bir yerde yaşayan insanların birbirinden savaşı olmasın. Birbirinden muharebesi olmasın, birbirinin canına düşmesinler. Bu hamımızın hem teşkilatımızın arzusudur, hem ben şahsi öz arzumdur. Ümidim vardı ki hiç vaxt belə bir şərait yaranmasın. Çünkü hiçbir silahtan ne demokrasi çıkar, ne azadlık çıkar. Hatta bazen hiç memleket de doğmaz. Ama o şəraiti dedim o zaman bəlliler. İndiden biz onun ne üstünde Əgər işlemiş o o. şərait gəldi, siz savaşar mısınız vətən üçün? Vallahi ben de bütün her şey savaşabilir. Ama ümidvaram ki bir de bir şey sen gündeme gelmez. Belə bir umidvarlıq eləyək, amma sizin parti təcrübəsini dayanaraq belə bir savaş olursa savaşa girərmi? Onu soruşuram. Dedim yani o siyasi meseledir. Onu bizim partiyanın ne tüzüğünde ne mesela esasnamesinde ne meramnamesinde bile bir şey pişkinlik olmayıp ve yazılmayıp ve bütün ümitler bu ki böyle bir şey olmaz. Ama şərait qabağıcası onu Mərkəz Komitəsi var, onu rəhbərlər var, onlar təyin elərlər. Tamam. Ki, olar mı olmaz mı onu ben burada diyemem. Çünkü bizim məramnamamızda elə bir şey yazılmayıb. Əslən hiçbir ne olmayıb. Yani öngörülmeyip ki belə bir şey olabilir ve ümidvaram desem belə bir şey olmasın. Tamam. Teşekkür ederim. Can Yahya'yı bu günləri uzun bəhsimiz oldu. Biraz tez başlamışdıq. Sabahları da tez başlayacaq. Yine eyni zamanda başlayacağıq. Ərz edeyim ki, bu günlərdə çox gözəl bir danışıq apardıq. Daha çox mən bu gün cənabınızla bəhs elədim. İslam məsələsini çox danışdıq. Elbette Cenab-ı ben İslam şinasat değilim ha. Benim İslami bilgim yoktu. Benim İslam bilgim hiç yoktu ama dedim yani söz gelimi danışırdım herden. Hər halda biraz bu günləri çoxlu bəhslərimiz oldu. Firqənin bəzi məqtələrinə görə danışdıq, İslama görə danışdıq, İslam dünyasına görə danışdıq, Eurosentrizmə görə danışdıq, Türk sentrizmə görə danışdıq. Bunları danışdıq. Gözəl, məncə aydındır. Bəzi insanların mümkün xoşu gəldi, ya bəhsədə rəbti yox idi. Məsələn, o türkçülük, Avropaçılıq bəhsi, bu bəhslər məncə önəmli bəhsidir. İslam bəhsi önəmli bəhsidir. Hər halda bizim millətimiz və bu bölgə mütəəssifanə istəyək istəməyək, mütəəssifanə ya xoşbəxtانه, beləsi deməyim, mütəəssifanə müsəlmandır. Və biz müsəlman bir nədən olmuşuq. Müsəlman böyümüşük heç olmasa. Yəni yaşamasaq da, yəni mümkündür namaz qılmayaq, amma vaqiət budur ki, mən müsəlmanam. Yəni istəsəm də, istəməsəm mən çox çalışdım ki, qalam, yəni nə deyirlər, o ateist qalam, biraz dinsizləşəm. Amma sekular olmaq bu deyil ki, İslamla müxalifət eləmək. Bunu bəhs elədik, danışdıq. Müxtəlif məmləkətlərə görə də bir misallar vurduq. Hər halda gözəl bəhs apardıq. Çox ədəbli, mərifətli, çox düşüncələrinizi ortaya qoydunuz. Sağ olun. Məni də çəkdiniz düşüncələrin içinə bəhs elədik
Var Bəli. olun. Məni bağışlarsınız söhbətlərinizi kəsirdim. Mən Girdim deyirəm, o yüzden ne ortaya. demek yani? Sağ Zaten iki olun. taraflı söhbətdir, bəli. Sağ olun. Bu günləri də cənabınız 100 aldınız. Ərdəmli, Sağ olun. milli Ərdəmli unvanını qazandınız. Siz istərsiniz təşrif apara bilərsiniz. Diyor. Sabahları yine eyni saatdə sizinlə görüşəcəyik. Sağ olun, var olun. Gecəniz Sağ xeyirli olun. qalsın. Özün Əziz və hörmətli dostlar, var olun Cənab Yəhya. Xahiş edirəm. Əziz və hörmətli dostlar, Cənab Yəhya ilə bugünkü proqramı qurtardıq. Cənab Yəhya'yı yormayaq deyə biraz, əlbəttə bu günləri elə təqribən proqram doldu. Bir 20 dəqiqə gedirəm ki, tez qurtardıq. Deyim 4 saatdan 10 dəqiqə, 12 dəqiqə tez qurtarmışıq. Qalanı 4 saat dolur əslində yavaş-yavaş. Ərz edeyim ki, dostlar, biz düşüncə bağı otağında yox, düşüncə bağı otağında çalışırıq ki, Güney Azərbaycanda və İranda yaşayan Türk millətinin siyasi təşkilatlarının, liderlərin ya mənsubların burada danışdıraq. Buradan bu partiləri danışdırmışıq. Danışdıqlarımızı ad çəkirəm. Güney Azərbaycan İstiqlal Partisi tamam sorularımıza cavab veribdi. Azərbaycan Demokrat Partisi 6 cələsə gəlibdi, cavab veribdi. Qalanı qalır, göndərməyiblər cavabları. Azərbaycan Mərkəz Partisi 5 cələsə cavab veribdi, qalanları qalır. Güney Azərbaycan Milli Qurtuluş Partisi 6 cələsə cavab, əlbəttə 8 cələsə cavab verib buradan, qalanları da göndərməyə çalışdılar. Güney Azərbaycan Milli Azadlıq Cibhəsi 5 cələsə cavab veribdi, qalanlarını dərhal da göndərsinlər. Güney Azərbaycan Liberal Demokrat Partisi 2 cələsə cavab veribdi. Umaram ki, barışaq və davam verək. Hər halda düşmənçilik olmamalıdır arada, xusumət olmamalıdır. Və Azərbaycan Demokrat Firqəsi təşkilatı ki, pişəvəri zamanından qurulubdur. O təşkilatın nümayəndəsi bu günlər 3-cü gündür ki, sorulara cavab veribdir. Qalan təşkilatlar umaram ki, Çehriqani cənablarıdır, Əjdər Təqizadə cənablarıdır, Məcid Cəvadi cənablarıdır, Araz bəy Ataxanlı cənablarıdır və Mahmud bəy Bilgin cənablarıdır. Umaram ki, bunlar da mənə iş çıxacaq, uzun olacaq, amma əlaqələr olsa, istəsələr, təmayüllər olsa, bu bəhsləri davam eləyə bilərik və bir referens, bir mərcə, bir dairətül maarif, siyasi dairətül maarif yazarıq, hazırlarıq Azərbaycan üçün və bu bizim milli gələcəyimizə, bizim tarixi düşüncəmizə, bizim ideoloji sahib olmamıza çox yardımcı olacaqdır. Əziz və hörmətli dostlar, burada proqramı qurtarırıq. Sizin yazılarınızı gördüm. Bizim saygılarımızı, salamlarımızı, hürmətlərimizi qəbul edin. Hər zaman bu videonu görsəz, hər zaman bu yazıları görsəz, oxusaz, bizim saygılarımızı, hürmətlərimizi qəbul edin. İnanın ki, 500 sorudur və çox uzun sorular var. Mən əgər bu bəhsləri tək aparsam, bəlkə 50 saatacada sürər hər bir parti ilə. Amma umuram ki, hər parti eləyə bilsin 34-35 saatda bu sorulara cavab versin. Onun üçün gündəlik sorular soruşmuruq, stratejik, uzun zamanlı sorular soruşuruq. Gecəniz xeyirli qalsın, sağ olun. Sabahları yenə də Təbriz vaxtı ilə 6-da görüşəcəyik. Gecəniz xeyirli qalsın.